Bəs Yaxşı deməzdim, çox sağ ol. Sən necəsən? mən sizdən bir mövzu haqqında soruşacağam. Deməli, mən də inançsız biriyəm, yəni hər hansı bir dinə inanmıram. Anladım. Sadəcə bir çox insana bunu deyəndə deyirlər ki, Quranı oxumusan. Mən də deyəndə ki, oxumuşam, amma səhvlər var da. Bunu qəbul etmək istəmirlər. Məsəl üçün bildiyim, səhv olduğunu bildiyim bir şey var ki, siz bayaq dediniz ki, o haqda danışdınız. Yəni bilmək istəyirəm, bəlkə siz səhv dediniz ya da mən səhv başa düşdüm. Bayaq bir dənə mövzu oldu ya, yəni sperm beldən gəlir zat mövzusu. Sperm mən bilən testislərdən gəlir də beldən gəlmir. Mən bunu kimləsə söhbət edəndə həmişə irəli sürürəm, deyirəm. Yəni siz elə bir şey dediniz, yoxsa mən səhv başa düşdüm? Yəni mən bilən testislərdən gəlir, beldən gəlməyin heç aidiyyatı belə yoxdur. Tarıq surəsi 7-ci ayət elə demir axı. Hə mən də onu demək istəyirəm də, yəni beldən gəlmir, bu səhv bir məlumatdır. Mən onu demək istəyirəm. Hə da o söhbətin başında kifayət qədər bir bəhis var, güclü bir pul var. Mən deyirəm ki, ona o söhbətə qəbul edirsə, təsdiqləyirsə, axtarıyaq onu. Baxaq görək gəlirmi, gəlmir. Hə mən də elə onu deyəcəydim, yəni ki, bu səhv bir şeydir. Bunun üstündə o qədər dururlar ki, yəni qəbul eləyirlər ki, yəni bu səhv bir şeydir. Üstündə duranlara şərt qoydu. Deyirəm qardaşım, gəl səni axtarıyaq. Kənd üsulu axtarıyaq. Topları çıxardıq. Hə, bir də bir mövzuda soruşacağam. Bunu yəni bəziləri deyir ki, səhvdir, bəziləri deyir ki, düzdür. Bu dağlar olan yerdə zəlzələ söhbəti. Bu barədə nə deyərdiniz? Dağlar olan yerdə zəlzələ olur axı. Hə mən də onu deyirəm. Yəni zəlzələ olur, amma deyirlər olmur. Yəni kitabda da yazılır, amma halbuki olur. Yəqin Şamaxıdan xəbərləri yoxdur. Çox sağ olun Məhmud. Sən də sağ ol. Sağ olun. Jozelina buyur, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Mən idealist nəzəriyyəsini istəmirəm danışmaq, materializmlə biraz danışmaq istəyirəm. Özüm ateistəm. Materialistsiniz? Bəli, Materialistsiniz? bəli. Anladım. Buyurun. Antropogenezdən danışaq ya da lap əvvəldən danışaq, olarmı? Niyə? Hermafrodizmlə danışmaq istəyirəm, sonra keçmək istəyirəm oksigenli, oksigensiz mühitə. Alınarmı? Niyə? Bəzi cahilləri başa salmaq üçün ki, həqiqətən də təkamül var, inkişaf eləyir, bura kimi də gəlir. Kəlmə işarətini bilməyən adamlara siz filogenetikadan danışasınız. Ən azından elmi nəzəriyyələrlə göstərərdik də. Ən əsası o hipotez o qədər də təyin olunmamışdı, amma sübutu ilə, dəlilli ilə göstərmək olur da. Buyurun. Ay xanım, mən saxsıdanam deyən adama siz nə danışmaq istəyirsiniz? Bu adamları hələ biz başa salmaq istəyirik ki, orada deyilən ya nehrədir, ya da piti bardağı. Onlar deyirlər. Onlar deyirəşiblər ki, bu mənəm. Onun üçün gərək ya nehir olmalıdır o, ya da piti bardağı, ya da kuzə. Yəni siz hələ o səviyyədən çıxardırıq biz. Başa düşsünüz? Jozelina, siz yayında qalın. Bu barədə təkamüllə bağlı sual verən olsa cavablayaq da. Olar. Amma məni bir şey maraqlandırır. Olarmı? Bəlkə cavabın olur da deyə bilmərəm. Elmdə də bir də görsüz səhvlər olur, düzdürmü? Məni çox maraqlandıran hermafrodizmdir. Hermafrodizmdə də parazit canlıların öz-özünü mayalandırmasıdır. Ən əsası budur, biraz maraq doğuran məndə. Bir də bunun partogenez tərəfi var da. Bəli. Bitkilərdə də var, arılarda da var. İnsanda yoxdur amma partogenez. Varmı? Yoxdur. Çeviç bəy, bu arada bir bəyanatım var. Çox üzr istəyirəm, sözü kəsdim. Deməli, Quranın hazırki ortada olan tərcüməsini mən xahiş edirəm Azərbaycan hüquq mühafizə orqanlarının nümayəndələri diqqətlə dinləsinlər. Hazırda ortada olan Quran tərcüməsi ekstremist ədəbiyyatdır. Yəni, statusuna görə ekstremist ədəbiyyatdır. Nəyə görə? Tövbə surəsi 5-ci ayə inanmayanları qarşı demək olar ki, terror elan edir və bunun adını qoyub, başa düşürəm, insanların konstitusiya hüququ var, nə bilim, nə dini inanc filan, amma o ayələr inanc kateqoriyasında deyil artıq. Ekstremist ədəbiyyat kateqoriyasına düşür. Ona görə də xahiş eləyirəm, hüquq mühafizə orqanları, Milli Məclis bu barədə vəsadət qaldırsınlar
Ümumiyyətlə cinsəl məsələlər haqqında Quranda ayələrin izahı, onların hamısı ekstremist ədəbiyyat pedofiliya kateqoriyasına düşür. Quranın hazırda olan tərcüməsi ekstremist ədəbiyyat elan olunmalıdır və qadağan olunmalıdır. Bu bir. İkinci, Azərbaycan dini qurumlarla iş üzrə idarə, yəni dini qurumlarla iş idarəsinin monopoliyasından Quranın tədqiqatı alınmalıdır, alternativ tərcümələrə yol verilməlidir. Onun Quranın tərcüməsi üzərinə onlar inhisar qoya bilməzlər, çünki mən tam məsuliyyətlə deyirəm, Quran bəşəriyyətin nailiyyətlərindən biridir və dinin inhisarı ola bilməz. Quran mənəvi bir maddi, mənəvi irsdir və o tədqiq olunmalıdır və inhisarda ola bilməz. Xahiş edirəm, bu barədə məsələ qaldırılsın, tərcümələrə yaşıl işıq verilsin. Bu dərəcədə olmaz və Quranın hazırda ortada olan tərcüməsi ekstremist ədəbiyyat kimi qadağan olunmalıdır. Bu qədər, qardaş. Buyurun, davam edin. Səttar bəy, buyurun, xoş gəlmisiniz. Çox sağ ol. Axşamınız xeyir olsun. Axşamınız. Döyüş bəy. Çox sağ ol canına qaldırdığına görə. Buyur, xoş gəldin. Buyur. İkinci səfər idi, qaldırmısan. Bir dəfə də biraz söhbətimiz oldu. Mən ən çox sən belə deyək də səmimiyyətinə canlı qalxıram nə barədə. İndi orada yazırsan da sən bu boyda canlıda insanlar var ki, tək sən yazırsan ki, mən rast gəlir ki, Allah yoxdur kəlməsi də belə deyək. Hə. O da sənin şəxsi öz fikrində Allah köməyin olsun. Hə. Anladım. Ümumi mən səmimiyyətim sağ olan səmimiyyətdə sənin özün səmimi tərtibinə sağ sual verirlər ki, nə məqsəddən bunu yazdırsan da, düzdürmü? Yəni bəlkə səhv başa düşmürəm, amma özün elan eləmisən də belə deyək ki, yəni ki, insanları maarifləndirməkdən ötəri mən bu ölkədə yaşayıramsa, bu ölkənin nümayəndəsi olaraq, insan olaraq insanlara haqqı çatdırmaqdan ötəri də azmasınlar. Çünki sənin ətrafın var, biz insanıq, cavansan, sənin bugünkü gələcək nəslimiz var. Düzdürmü qardaş? Bəli. Hə. Onları düzgün maarifləndirmə. Əhsən, mən çox gözəl qarşılayıram onu. Hə. Təşəkkür edirəm. Allah razı olsun. İndi məsələ odur ki, bugünkündə səmimi insan nədir? Səmimiyyət odur ki, insan doğrunu çatdıra da. Əlbəttə ki, indi sən öz düşüncənlə, öz təfəkkürümüzlə hərə bir doğrunu çatdırır cəmiyyətə. Düzdürmü? Hə. İndi bu əsas doğru odur ki, insanların yaşadığı müddətdə görsən, sənin çoxsu canlı baxıram qalxır, namaz qılanlar da belə deyək. Ənsə elə bir gündəmdə üzr istəmək, sən indi dürüstlüklə qəbul eləsən, xoş olaram mənim üçün. Deyirsən ki, düzgünlüyü insanlara çatdırmaq, budur da, məsələ mənim niyyətim budur. Yəni mən üzr istəyirəm, düzgün başa düşəsən, indi sənin canlına bəzən qalxırlar, o kitab əhliləri, kitabdan özləri ağırlıqda kitab oxuyanlar var da, namaz, din əhli. Üzr istəyirəm, vaxtını alıram 2 dəqiqəli, Çevik bəy. Buyur. Hə. Adlarını çəkmək istəmirəm, çoxları qalxıb da səndən üzr istəyirəm, mübahisə eləməyə. Ki, yəni ki, Allah var, belədir, elədir. Hə. Mən onu indi üzr istəməyəm, sənin vaxtını aparmaq istəmirəm, onu kiməsə biz vacib deyil. Allah səhv eləmişsə Quranda deyildi, de keç. Çatdır da kim başa düşəcəksə, kim öz düşüncəsinlə, əxlaqınla dini qəbul edəcəksə xoşalına. Qəbul eləməyəndə öz həyatını yaşayır da. Bizə verilən bir ömürdür, onu da yaşayırıq. Bu ömürdə də hərə kim nətər həyatını sürür, düzdürmü qardaş? Hə. Əsas odur ki, bugünkündə düzgünlüyü çatdırmaq, onun niyyətlə, belə başqa niyyətlə yox. Yavaş. Hə, Allah köməyin olsun. Yəni ki, bu insanlara səmimi, insanın üzr istəmək düz birdir da. Düz birdirsə, bugünkündə görsən nə qədər mübahisələr var. Din ortasında parçalanma gedibdir, şiəsində də, sünnisində də, vahabisində də, düzdürmü? Hətta ateistində də parçalanma var. Bu həqiqətlidir mi qardaş? Təsdiqləyirsən mi bu sözümü? Yox əzizim, ateizmin bütün qolları naturalizm üstündə şaxələnir. Buyur. Başqa şeylər var da, biri Allahı qəbul edir, imaməti qəbul eləmir, biri nə bilim, ümumiyyətlə qəbul eləmir.
Əziz, bu İşte- başqa şeydir. İmaməti qəbul edən ateist olur, sən də yaxşı görək. Bir yekunlaşdıraq da qardaşım. Heç nə, yaxşı. Təşəkkür. Yəni dürüst deyirəm ki, insan bir sıfatda olmalıdır. Yəni mən sayıram dürüst olsansa, insanlara düzgünlüyü çatdırmaq şərt Allah yoxdur ora yazma da, üzr istəyirəm. Bilsən nətərdir? Əsas niyyətimiz nədir bu gün gündə? Yəni sən, mən, çünki mənim də indi bəlkə yaşlı da olarıq, bəlkə məndən balaca olarsan yaşda, indi fərqi yoxdur. O deli ağıl yaşda deyil, başdadır. Əsas odur ki, insanları, bu cəmiyyətimizi, ölkəmizi düzgün tərəfə çıxardaq. Yoxsa ki, bax neçə illərdir din var, neçə illərdir, amma niyə insanlar geri qalıbdı? Çünki yolu düzgün tutmurlar. Gah qırıntavoya düşürlər, gah nə bilim yola düşürlər. Bax bu məni narahat edirəm çox. Təşəkkürlər əzizim, var olasan. Sağ ol. Çox sağ ol, çox sağ ol, çox sağ ol. Sən də sağ ol. Palma buyur, xoş gəlmisən. Ay Palma. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Bayaq elə burada bir yoldaş vardı, o canlaşdı. Mən də öz hesabımdan qoşuldum. Orada birinci söhbət gedirdi qədərdən, alın yazısından, qismətdən. İndi oradan başlamaq istəyirəm. Siz də yazmışsınız, Allah yoxdur. Mən burada canlıda olan bütün ateistləri... Kamal bəylə davam elə də zəhmət olmasın. Bir 5 dəqiqə, 3 dəqiqə. Buyur qardaş. Dinləyirəm. Bəli, bəli. Burada demək, o dediyim kimi də oradan söhbət başladı. Mən burada canlıda olan bütün ateistlərə dəvət edirəm Allaha iman gətirməyə. Çünki Allahın varlığına və birliyinə və axirətin varlığına kainatda yetərincə dəlillər var. Gedirəm qardaş, vedrə alıb gəldim imanı. Bir vedrə iman doldurub gətirirəm. Yaxşı, başlaydı. Qəşəng qardaş. Hə, indi buyur. İman nədir? Hardan gətirək onu? Nə ilə gətirək? Deməli gözəl insan. Allah Subhanahu taala qardaş saxla bir dəqiqə. Saxla bir dəqiqə. İman nədir? Nə etməliyəm? Po faktu denən üzümü qırxım, xizəyi sürüm, qoltuğumu qırxım, nə qayırım? O iman gətirmək nədir? Gözlə deyəcəm nə etmək lazımdır. İman gətirmək inanmaqdır. İmanında altı şərtdir. Saxla. İnanmaq sözün mənə Quranda göstər görüm hansı sözdür o ilə. Ərəbində göstər. İman gətirmək elə inanmaqdır da. Qardaş, əmənin sözü, yu'minunə sözü inanmaq deyil, əmin olmaqdır. Əmin kökündən gəlir. Əmin olursan, inanırsan ki, əmin olursan da. Yox, inanan loxdur. Amma əmin olan ağıllanır. İnanmayan loxdur. Nə? İnanmayan loxdur. Hə, indi görək sən nəyə inanırsan? Mələyə inanırsan ki? Mən həqiqətlərə inanıram. Ki, mələyə inanırsan? Bəli, mən özüm musallat müalicəsi ilə məşğulum. Dəfələrlə ki, şeytan... Reklam eləmə. Dindarlığı reklam eləmə, dəndir. Mənə bax, mələk nədir o ilə? Nə rəngdədir? Forması nətərdir? Nəyə inanırsan? Sən Quran-ı Kərimi oxumusansa çoxdan bilirsən. Burada istehzaya gərək yoxdur. Sənə lazımdırsa Allah'ın... Deyirəm, nə rəngdədir mələk? Nəyə inanırsan? Elə de görüm. Mələk necə yanlardı? Oxumamısan Quran-ı Kərimi. Deyirəm, nədir? Öyrət də, gəlməmsən bizi dəvət edirsən. Mələk buradan yaradılıb, nəfs daşımayan, Allahın əmrlərinə birbaşa tabe olan Allahın yaratdığı məxluqlardır ki, cins də daşımır. Nə kişi, nə qadındır. Deyirəm, hanı o? Nə rəngdədir? Dedim, nə rəngdədir kişi? Deyirəm, nə rəngdədir? Mələk görmüşəm, rəngindəyim. Görmədiyin şeyi nə pülüyürsən burada deyirsən inanıram. Heç nəyə də inanmırsan. Ağrını görməmişsən, qolun ağrıyanda nə pülüyürsən ki ağrını? Ağrını təyin eləmək olur. Maqnit tomografiyası cihazı ilə təyin eləmək olur. Bana bax, mələklər harda olur? Kişi mələk harda olur? De görüm hələ. Sən inanmırsansa başqa nə söz? Deyirəm, hardadır? Ay, inandır da elə gəlib boynuzda... Kişi, bir dəqiqə dinlə. Deyəsən boynuzda at var, mən ona inanmalıyam. Deyirəm, hardadır o mələk? Sən birinci bilməlisən ki, sənə yaradan var. Boş yerə yaramır. Deyirəm, mələk hardadır? Xəstələnir, gedirsən $100 verib optik eynəyi alırsan, 2 dənə göz almışsan, 5 qəpik verməmisən. Yaxşı. Allahlıq deyir, şaxta baba eləyib onların hamısını. Sən Allahlıq deyir. İndi dinlə, Allah nədir? Allah təsvir elə görək. Mələk heç nə bilmirsən, mələk barədə heç nə bilmirsən. Allah nə olan şeydir?
Şeydir. Allah nədir ki? Allahı təsvir elə görüm Qurana görə. Allah Başda. Allah Subhanahu taala buyurur ki, gözlər onu dərk etməz, o gözləri dərk edər. Məkandan münezzeh, cisimdən Bax, görüm. münezzeh, Bax, zamandan görüm. münezzeh, hədlərdən münezzeh. Sən gözü ilə dərk edirsən Güc, bə. qüvvət sahibi. Ay, gözü ilə. Sonsuz qüvvət sahibi. Gözləyə bir dəqiqə sən söhbət et, elə dəqiqə başı gözlə bir. Dayan Mən da. elə gözləyirəm bir Dayan da. bir dəqiqədə sən Bir gözlə. dayan da, gözü ilə dərk edirsən. Ay, gözü ilə düşünən, kipri ilə kotlet yeyən, bəs də. Gözü ilə düşünürsən sən. Ilə lobya suyu yeyən. Biraz mədəni ol ki, mədəni cavablar ala biləsən. Deyirəm, gözü ilə dərk edirsən. Sən gözündə nə var ki sənin? Beyin var gözündə. Necə yəni gözü ilə? İnsan ağlı ilə. Demirsən, gözlər onu dərk etməz. Gözlər onu dərk etməz sözü dedin. Sən gözü ilə dərk edirsən bəyəm nəysə. Gözlər onun da təfsiri var da. Sən görsən, onun sizin da təfsiri ağlınız gözünüzdə olduğunuz üçün maddiyunsuz, maddəpərəst, materialist insanlar. Yaxşı, bizə keçmə, yaxşı. Allahın əli var. Bəli. Ha, gözəl. Əlinin ovucu da var da, bilirsən də onu yəqin. Sən uca bənzərlik nisbət etdin də. Allahın əli Əcəb elədim də. Əl nədir bəyəm? Əl kovuşdu, xaladilnikdir, pəncərədir, nədir? Əldir. Allahın əli əl sifətidir. Sən Allaha bənzərlik nisbət edirsən. Allah mömindir. Müşəbbihə ateist. Müşəbbihə. Bax, Ateist süslüm ol. Eşidirsən? Ateist deyilsən. Haqqı var gedərəm. Mən Rəbbəmi, mən Allahdan da böyüyəm, boş-boş danışma. Allahın əli var, bu heç. İnkar eləmə. İndi mənə bax, Allah mömindir, Allah da kafirdir, xəbərin olsun. Qurana görə Allah da kafirdir. Allah mömindir. Allah Rəbdir. Allah Rəbb zat deyir, Allah Rəbdən kiçikdir, xəbərin olsun. Əraf surəsi 33, Əraf surəsi 54-ün axırıncı cümləsi. Aç oxu, Quran oxumamısınız. Allah mömindir. Eşidirsən, Allah mömindir. Möminlərə namaz vacib buyurulub. Allah deməli namaz qılmalıdır. Namaz qılırsa ruku eləyir. Ruku eləyirsə dizi var, əli var, başını yerə qoymalıdır. Başı var, alnı var. Başa düşdün sən? Sən Allahın heç bilmirsən nə olan şeydir. Quranı oxu gələrsən, yaxşı? Biz bilirik. O qədər. Hə. Biz anoniyyətimizin qurbanı olmuşuz. Sən bildiyin Allahın Quranla əlaqəsi yoxdur. Çevik bəy, mən bitirdim. Yəni bu adam fuslimdir, muslim deyil. Başka bir şey var payma. Fuslitsiniz. Deyilsiz. Yox, belə yəni sizlə əgər bir mədəniz üçün söhbət eləyə bilsək, davam eləyə bilərik də. Yəni mənə xoş deyil belə burada siz necə istehza ilə danışmaq. Özüm sen hele istihsa görmem seni. Sen ehli sünnetsen. Bəli. Ne yaxşı. Sahih Müslüm'ü de kabul ediyorsan sen bakma. Qəbul edirəm. Sahih Müslüm'de peygamberin yanına gelen bir hanımı söhbəti var bilirsən. Deyir böyük kişilərin əmizdirilməsi söhbəti. Nə söhbəti? Bilmirəm. Mən onu bilmirəm. Ha. Nətə bilmirsən? Ben oxumadığın kitabı nətə qəbul edirsən? Deyirsən qəbul edirəm Sahih Müslüm'ü. Yox da indi orada elə hədislər var ki, hədis yığılır. Ümumiyyətlə siz bilmirəm hədis elmindən xəbərdarsınız yoxsa yox. Hədis Rizal elmi elmindən. var hədisdə. Hədisin sənədi araşdırılır. Bugün kimya dərsində Mendeleyevin neçənci ildə olan cədvəlinə gəlib çıxmaq üçün sənəd tətbiq olunur, sənəd araşdırılır və o Mendeleyevin cədvəli bugün kimya dərslərində tətbiq olunur. Eyni şəkildə də hədisləri nəql edən ravilər, onların kimlikləri, onlar yalan danışıblarmı, danışmayıblarmı, bu hədis səhihdirmi, zəifdirmi, mutavatir hədisdirmi, həsən hədisdirmi, bunlar araşdırılır. Yoxsa elə boşu-boşuna yazılır. Orada Buxarıda da 1000 dənə hədis var, indi o başqa cür hədisdir. Məsələn, o araşdırılmalıdır. Yəni buradan Mendeleyevin cədvəlini qəbul edirsiniz, amma orada hədis elminə gələndə ədalətsizlik göstərirsiniz. Məsəl üçün sonra ateistlərin bir məşhur sualı var. Deyir bir kör doğulub var. İndi səhih topluluğun çoxsuna görə elə verilir də. İndi sonra ateistlərin məşhur bir sualı var. Deyir biri kör doğulursa
O birisi gözü görən doğulursa burada ədalətsizlik var. Türkiyədə hoca danışır. Dedim bir gün şey belə də ədalət qiyamət olacaq. Biri de oradan dedi ki adaletsizlik var. Dedim nə adaletsizliyi var? Dedi belə. Dedim indi birinci bir ədaləti öyrənək görək bu ədalət nədir? Sonra ədalətsizlik var mıdır, yox mudur? 4 tane tələbə var institutda, bufetdə. Bir tane varlı adam girib içəriyə. Çıxardır birinə 50 manat verir, birinə 100 manat verir, birinə də 150 manat pul verir. Orada bir tane tələbə etiraz edə bilər ki, sən ədalətsizlik elədin. Qardaşım, bu hədisi bir dənə açıqla da bizim üçün. Yox, mən hədis açıqlamıram. İcazə versəz mən danışaram. Nəyə danışsan ki, mən faydalanmaq istəyənlər də var bəlkə. Faydalanmaq istəyirəm də mən. Mən dinlə görüm mənim üçün bu nə önəm daşıyır. Yəni bu niyə var orada? Bu niyə mən bilməliyəm? Nədir ki bunun tərcüməsi? Mən tərcümə eləmirəm. Yox da indi mən hədis elmi alimi zadı deyirəm ki. Əzim mən alimi də olsan sonra nəyə aydınladırsan ki burada cəmaatı? Mən iman həqiqətlərini danışıram. Danış da o zaman bu həqiqəti. Dedim hədis elmindən bilmirəm də, bəlkə bu hədis zəif hədisdir gətirmirsən. Nə bayaqda rəvayət danışırsan? Nə rəvayəti? Mən olmuş hadisəni danışıram, əsrimizdə olmuş hadisəni. Rəvayət danışıram. Danış da bu da bir hadisədir, danış. Dedim ki, gözəl insan. Hədis, bir də təkrarlayıram, mən hədis alimi deyiləm. Sən bəlkə səhih olmayan hədisi atırlar sayta, gətirirsən, göstərirsən. Birinci, mən sizin o şübhələrinizi öldürə bilərəm. Əgər dinləməyə səbriniz varsa, dinləyin. Yox, Qurandan bilgilisən, Qurandan. Bəli, bəli. Onda mən talaq... Yəni ki, burada mən şübhəyə bilməsiz Allahın izniyle. Heç lazım da deyil, sən mən onda talaq 4-ün bir dənə açıqlamasını verdi. Talaq surəsi 4-ün. Hədə denə də, ayəni denə. Hədə o heyz məsələsidir də, boşanma müddətində, iddə müddəti. Heyz görməmiş, yaşad olmaqla heyzdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, bilin ki, onların və əhli heyz görməmiş olanların gözləmə müddəti 3 aydır. Nə deməkdir? Gözləmə müddəti budur ki, 4 ay gözləməlidir də. Boşandı, boşanan qadın 4 ay gözləməlidir, sonra evlənməlidir. Çünki uşağa da qala bilər, müasir tibb də deyir ki, o yəni bildim, onu bildim, onu soruşmuyorum. Gen hormonlarından 4 ay ərzində 90%, neçə faiz tamamilə arınır. Onu bildim, onu soruşmuyorum səndən. Heç görməyən uşaqların neçə yaş olur ki, onu soruşuyorum. Yox, sən ayəni təmiz oxudu. Bir dənə telefondan gir. Neçənci su? Ayədi talaq 4. Talaq suratı. Gözə gir. Ekrana qoydum, ekrandadır. Gözlə bir dənə təfsirinə baxım, deyim. Gözlə. Kimdən baxsın təfsirə? Belə Quran ayəsi ilə şeyləmək olmur axı. Siz təfsirinə baxmamış özünüzdən mənalı. Təfsirçinin adını denəm bizdə baxaq. Deyəcəm. Ha, tamam. Gözlə. Təfsirdən oxumalıdır. Çevik bəy, təfsirçinin malası yekə olur. Deməli, Quran və meali təfsiri Google-a yazırsan çıxır. Demək oxuyuram. Hər şeyi bir ölçüdə və miqdara görə yaradan Allahu Teala boşanan qadınların gözləyəcəkləri sürəyə də bir ölçü qoymuş və bunu xəbər vermişdir. Buna görə yaşlılıq səbəbilə adətdən kəsilən qadınla henüz adət görməyə başlamamış qız çocuğunun bəkləmə sürəsi 3 aydır. Hamilə qadınların bəkləmə sürələri çocuq. Bir dəqiqə, adət görən boşanmış qadınların İndi burada bəkləmə nəyə bəkləyir? Sən əvvəlki ayələri də oxumalısan ki, biləsən nəyə bəkləyir.
Sualıma cavab ver qardaşım. Deyirəm ki, adət görməyə başlamamış kiçik qız nəyə Abi- bəklər boşanmağı? Mən Quran oxu mən bunun təfsir alimi zadı deyiləm ki, mən 5 saat Bəs bunun baxmadın şey deyim. təfsirə. Gərək bunun üçün kəllə çatdadasan. Siz elə öz nəfsinizdən ayə məna verin. Baxmadın bəs təfsirə baxdın axı. Yox, təfsirə baxdım, onun başqa ayələr də var axı izahı. Bir ayə bir ayə digərini izah eləyir. Siz Tamam, birini izah götürürsünüz. elədim. Bayaq Gözləyirik. Hansı surəsində deyir ki, qırğın var. Orada deyir qırğın var, ancaq öldürmə. Orada deyir sizinlə döyüşəndən döyüşün. Sən erməni ilə üzbə-üzəsən, mal kimin dayanmalı. Suala cavab ver. Suala cavab ver. Bəlkə sabah öldün, getdin Allahın qabağına, deyəsən gözlə gedim təfsirə baxım, gəlim cavab verim sənə. Yoxsa nətər? Öldüm deyəndə ki, Allah bilir də mən nə qədər bilirəm, necə hesaba çəkəcəksən. Bilirsən nətər sorğusan? Sorğusal nə üçün? Əxlaqa sahib deyil ki, sən Başlama, əxlaq başlama görməyi yox. Bu vəziyyətə çətinliyən kimi ki çevirirsiniz əxlaqa. Mənə bax, deyir ki, şeytan bir çox dağları yolundan sizdən olan Qaçdı. heç nə. Bir dənə Çevik abi ayə göstərəcəm. Deyir ki, şeytan sizdən olan bir çoxlarını yolundan azdırmışdır. Amma ərəbində deməli tərcümədə yazıblar nəsilləri ərəbində cibəl sözüdür. Cibəl də keç otaranların dilində dağ deməkdir. Belə çıxır ki, şeytan sizdən olan bir çox dağları yolundan azdırmışdır. Ayəni bir dəqiqə deyim. Qoy ona təfsir gətirsinlər görüm. Orada nəyə görə cibəl yazılıb? Nəyə görə ərəbində cibəl yazılıb? Əgər bu kitab ərəb dilindədirsə. Yasin surəsi 62-ci ayə. Bax, vələqət ədillə minkum cibilən xəziran. Qoy bunu desinlər ki, bu keç otaranlar indi buna nə təfsir verəcəklər? Yasin surəsi neçə? 62. Cəbil, bax, udillə cibilən. Cibil, cəbil sözü şeydir, dağ deməkdir. Cəbəl dağ deməkdir ərəb dilində. İndi qoy desinlər, o ərəb dilindəki cibəl sözün nəsil deyə necə tərcümə ediblər onlar? Ekranda da ayət. İstəyirsə cavablayın. Elçin, xoş gəlmişsən, buyur. Əsenliklər qardaş, axşamın xeyir. Əsən işlər, axşamınız xeyir. Kamal qardaş, axşamın xeyir. Axşam xeyir qardaş. Mənim bir sualım var bu möminlərə. Deyir ki, Allah öz ruhundan üfürdü. Elə? Bəs yaxşı, öz ruhunu imtihana çəkəcəkdir, yoxsa nətər olacaq? Başa düşmürəm. Ben buradan çıkarttım, gittim oraya. İnsanlara deyir ki, öz ruhundan üfürdü. Öldükdən sonra biz onu öz ruhu sayılırıq da, belə götürürlər də, yəni orada yazılan şey. Öz ruhunu imtihana çəkir cənnət, cəhənnəm. Yəqin. Necə olur bu? Bəlkə də ruhunun birdən çox kopyası var imiş. Yəni bunu ayırt edə bilmirəm, mənə çatmır. Verərik. Qardaş, ruh məsələsini onlar heç özləri də bilmirlər dəqiq nə olan şeydir. Ona görə də elə mala vurub gedirlər. Yəni bu dəqiq bir söhbət deyil heç ruh. Heç bilmirlər nədir. Belə deyək. Başa düşdüm. Təşəkkürlər Elçin bəy, sağ olun, var olasın. Sağ ol, PK-da gözləyirəm dəstəyə. Təşəkkürlər əzizim, var olasın. Gələcəm. Buradayım. Sağ olun. Çox sağ olun, siz sağ olun. Talışların diplomatı, buyur əzizim, xoş gəlmişsən. Xoş gördük əzizim, xoş gördük. Nətərsən? Çox sağ olun, yaxşı olun, yaxşı olasın. O bizim uşaqlar mənə elə gəlib deyim, mənim vaxtım olmur. Sözün doğrusu eşitməmişəm, bilmirəm. Yəni sən belə üzbəüz qalmısan, səndən soruşum, mən bilirəm ki, sənin qorxun yoxdur ürəyində. Nə dedinsə onu pramı yüzünə də deyərsən. İndi bir dənə qaqan sənə sual versin, olar? Sən Ağam Xomneyi sevmirsən canlı efirdə. Kimi? Xomneyi sevmirsən canlı efirdə. Nəri? Orada. Hə. Nə demirsən? Şərəf yoxdur, demişəm. Demirsən onu? Öpürəm səni. Sağ ol. Deyib də, kişinin oğlu deyib də. Oldu Asim. Sağ ol. Neydi? Totu buyur, xoş gəlmişsən. Hoş gördük kardeş, hoş gördük.
Maraqlı söhbət edirsiniz. Sadəcə bu söhbətlərin heç birinin debat olduğu biraz real görünmür. Debat iki insanın bir-birini dinləməsidir ilk öncə. Amma bir-birini məsxərəyə alıb zarafatlaşmaq mı deyək, sizin dillə desə mırtdaşmaq mı deyək, ya dinləmə qabiliyyətiniz olsun, dinləyin. Qarşı tərəfin ola bilər təhsil səviyyəsi, yəni müəyyən səviyyəni keçməsin, bəyanı olsun. Onu sizi yuxarıdan aşmağa, egoistik eləmə ixtiyarınız olmur. Qaldı indi dinləyirəm sizi, yarım saat yaxındır dinləyirəm, gözləyirəm. Siz debat bu mənim necə deyərlər, nə sizin hansı inanclarınızın olduğu, nə mənim inanclarım bir-birimizi əlaqələndirən mövzu deyil. Sadəcə məni maraqlandıran bir sual var, sualı verin, amma debat şəklində. Olmadığı təqdirdə qarşılıq görəcəksiniz, bunu indidən deyim sizə. Siz bayaqdan da söhbətlər edirsiniz, Cibələ gəldiniz, Cibəli bilmirəm, amma Cibəli hər bir insan yazdığı zaman görür ki, ərəb dilində bir neçə qarşılığı var. Bunun da dağdan əlavə insan topluluğu mənasına da gəldiyini göstərir. İndi keçək o mövzudan çıxaq. İndi sonra cavabı verər. Yox, Kamal bəy yox, sizlə mən danışıram hal-hazırda. İndi siz bayaqları deyirəm də yarım saat 45 dəqiqədə mövzulara dinləyirəm. Bir yerdə qayıdıb deyildi ki, kompütürü da kim doğub, kim yaradı, kim şey deyib. Belə bir onunla amma məsxərə keçmədi. Çünki sizin tərəfdə çıxış edən biri idi. Kompütür yaradan, doğan, bir cihazı doğan olmur, yaradan olur. Zaten mövzunun, sizin mövzunun başlanğıcı da elə yaradıcı üzərinədir. Bunu yaradandır, kompütürü də yaradan insandır. Yenə də gəlib çıxırıq insanın yaradılışına. Mən sadəcə bir sualım var, sizə sualım var. Sizdən sual gözləmirəm mən. Çünki mən nə inancı olduğumu, nə inandığımı və ya inançsız olduğumu, deist, ateist, müsəlman olduğu onu bu mövzuya açılıyor. Sadəcə siz nəyə inanırsınız deyil. Sizin necə yarandığınızı bir dənə mənə izah eləyərdiniz, çox xahiş edirəm. Amma məsxərə aldığınız təqdirdə deyirəm də qarşılıq görəcəksiniz. Bəli, buyurun. Bəli, buyurun. Buyurun. Siz necə yaranıbsınız? İnsan necə yaranıb? Valideynləriniz necə yaranıb? Valideynlər yaradıb. Onun valideyni necə yaranıb? Adəm nənəm. Onların valideyni necə yaranıb? Onlar da valideynlərlə. Ulu babanızın babasının babasını kim yaradıb? Babası yaradıb. Demiri başa gedəndə nə gəlir? Hə, indi mövzu burada gəlir. Bəs bu ilk sizin bu nəslinizə töhfə verən şəxslər, onları ilk kimlər olub və onları kim yaradıb? İlk insan deyə bir şey. İlk insan necə yaranıb? Bax, ilk gözəl. Bax, ilk insan necə yaranıb, qardaş? İlk insan deyə bir şey yoxdur. İnsandan geriyə getdikcə insandan uzaqlaşırsan. Və nə gəlir? İlk insan yoxdursa nə gəlir? Bəs öyrənirəm də, bəs siz öyrətdiyi kimi. Bir müəllim olsam da sizdən öyrənirəm. Sürünənlər, suda quruda yaşayanlar, amfibiklər ta mərkəzə qədər gedir, tək hüceyrələrə qədər. Tək hüceyrələrin tam olaraq necə deyərlər? Buna mənə kitablar, dəlillər gətirə bilərsiniz ki, insanın sizin dediyiniz kimi meymundan əvvəl tək hüceyrə yarandığına aid bir şey gətirə bilərsiniz, sübutdur. Elmiyyatını demirəm mən. Elmi tərəfi deyirəm. Bəli. Sakin. Birincisi meymun söhbəti yoxdur. Meymun bənzər olması meymun olduğu anlamına gəlmir. Bəli. İkincisi, yüzlərlə yox, minlərlə və milyonlarla akademik qaynaq var bununla bağlı. Keyfin istəyir ki, oxu. Oxumuşam, buyurun. Oxumuşam. Bəli. Hansı bildiyin şeydir? Hansı bildiyim şeydir? Onların heç birinin tam olaraq necə, bəli, təkamül nəzərəsi hamısı mükəmməl bitirməsəm də, bəli, oxumuşam. Təkamül nədir heç olmasa dinən bilək də biz. Bilirsən, görəsən. Totu dostumun adıdır. Mirzəyev Əlidir adım. Bu sənin sorunun. İndi deyirəm. Nə yazmışsan onda səslən. Yox, mənim sorunum deyil. Yəni sadəcə tanışlıq olma məqsəddən. Burada gəlir illa bir şeydə bir sorunun olmağı gəlir həkməz, qardaş. Hə. Təkamül bir şeyin formalaşmasıdır. Bayaqki kompütür kimi A3-dən A5-ə, A5-dən A7-də bir şeyin daha mükəmməl formaya, daha gəlişmiş, mükəmməl də olmağa məcbur deyil. Təkamül. Amma gəlişmiş deməkdir. Bəli. Əli bəy. Bəli. Populyasiya içində gen və özəlliklərin ötürülməsi. Nöqtə.
populyasiya içində gen və özəlliklərin nəsildən nəslə ötürülməsidir. Nöqtə. Anladın? Mən anlayıram, siz anlamırsınız sadəcə. Alternativ Mən də nədir sual təkamül? verirəm, sualın qarşılığını vermir. Deyirsiniz təkamül populyasiya, mən də ondan bəhs edirdim də. Deyirəm ki, bir şeyin gəlişməsi və ya dəyişməsi və ya inkişaf etməsi və ya eyni yerdə sayması, eyni şeyləri, sözləri bir neçə yolla formalaşdıra bilər. Bəs insandan öncə formalaşan nə idi canlı? İlk insan deyə bir şey yoxdur. Təkrar edirəm. Yoxdur da, deyirəm ki, düz deyirsiniz. Bəli. İnsandan uzaqlaşdıqca, bugünkü Bəli. insandan, Homo sapiensin bugünkü versiyonundan uzaqlaşdıqca, insan görünümündən də uzaqlaşırsan. Geriyə gedir ta prokaryotlara, ökaryotlara qədər. Bunu izah edən model abiyogenezdir. Abiyogenez cansızdan canlıya keçidi izah edir. Davamını təkamül izah edir. Genotiplərdəki dəyişikliklərlə filogenetik araşdırmalar var ki, bunu təyin edir. Əlimizdə fosillər var. Hər tərəfdə bunun dəlilləri var. Mikro və makro səviyyədəki təkamüllər gözləmlənir, birbaşa müşahidə olunur. Başa düşdün? Başa düşdüm. Yəni bir başlanğıcın tam olduğunu görmürük, amma dəyişikliyinə inanırıq. Əzim, inanmırıq. Görürük, əlbəttə ki, görürük. Bəli, nədir gördüyümüz? Zəhmət olmasa mənə alternativ, sən heç bir şey görmürsən, görə biləcək potensialda deyilsən. Zəhmət olmasa mənə deyə bilərsən. Potensialım, yenə dedim, egoistliğiniz, sizin egoistliğiniz mənim çox umurumda da deyil, qardaş. Görüntüdə olanı deyiləm. deyil. Çünki maksimumunuz hal-hazırda göz önündə. Bir dəqiqə kişi, görüntüdə olanı deyək. Hal-hazırda qrip virusu hər il dəyişilir, hər il dəyişilir. Keçən ilki dərman bu il təsir eləmir. Buyurun. Bunu eləyən Allahdırsa, Allah yaxşı iş görmür. Heç yaxşı iş görmür ha. Keçən ilki dərmanlar işləmir bu il. Qətiyyən yaxşı iş görmür Allah. Buyur indi izah elə. Nədir o? Mənim inancımın, siz nə üçün Allah'a gətirib çıxartdınız? Mən bəyər dedim ki, mən müsəlmanam, İslam'a inanıram, Tövrat'a, İncilə, Xristiyanam. Mən nə üçün siz? Bir dəqiqə dayan. Bəli. Eləyən Buyur. Buddadırsa o da pis iş görür. Allahdırsa pis iş görür. Harobdursa pis iş görür. Karbüratordursa o da yaxşı iş görmür. Buyur indi. Hansıdır? İnsan eləyirsə, insan seçimləri açıqdırsa, bəs onda insanın nə üçün Allahla bir necə deyərlər, cümləmi bir daha toparlayayım. Yəni insanın tam olaraq əməlini Allaha niyə yozuruq? Sizin dillə desək Allaha, siz dediniz Allaha. İnsan əməli nədir? Mən başa düşmədim qardaş. Əməli də yəni bu Qardaş, virusun yaradan kimdir? Virusu yaradan Seçmələr və mutasiyalar. Budda yaradı bunu. Mutasiyanı yaradan kimdir? Hələ bilmirik mutasiyanı. Mutasiya nədir bilirsən heç olmasa qardaş. Qardaş, mutasiya nədir? Sən açıqla. Mutasiya sözünü işlədən sənsə, sən açıqlama ver. Mən o sözü işləsəm sən. Genlərdəki dəyişiklikləri nəyə bağlıysan? Genlərlə dəyişiklikləri oynayan kimdir bəs? Az 20-ci ildə baş verən Təbii koronada. seleksiyalar, qeyri-təbii seleksiyalar, seçilim baskısı və adaptasyonlar. Bəli. İndi belə bir sual verim, tibbi qarşılığını verim. Əgər korona vaxtı dərmanlardan anlayışınız var? Sənin dərmandan danışmaq üçün 8 dərə sifətin olmalıdır. Pis mənada demirəm, xətrə deməsin. Çünki sən bilməlisən ki, farmakologiyanın %95% təkamül biologiyası üstündə qurulur. Və mən sənə bir sual verirəm də, deyirəm ki, təkamül deyirsiniz. Mən təkamül nədir? Deyirəm ki, dərmanlardan anlayışınız var. Sual verirəm, aşağılamaq siz kimi yuxarıdan aşağı danışmıram mən, qardaş. Əzim, mən təkamül mövzusunu gülüc səbəbi və rəzil bir cəhalət anlayışı kimi qəbul edirəm təkamülün rəddiyəsini verməyə çalışan adamlar. Yox, mən təkamülün rəddiyəsini demirəm, qardaş. Deyirəm ki, sual verirəm, dərmanın anlayışınız var, yoxdur. Yaxşı, belə bir söz deyim sizə. Koronavirus vaxtı təkamülə gətirirəm də sizin dediyinizi gəlişməyə. Koronavirusun tək dərmanı olan levofloksasinin yüksək nəslini bizdə bir il sonra tapdılar ki, bunun dərmanı yenə levofloksasidir, amma yuxarı nəsildir. Daha biraz inkişaf etmiş formasıydı. Düzdür? Olar. Olar. Təkamüldür. Levofloksasinin yuxarı nəsli təkamüldür ya, yox. Nədir bu? Təkamül. Bəs deyirsiniz ki, gəlişmək təkamül deyil. Koronanın müxtəlif versiyonları və dirənç versiyonları necə yarandı? Hansı direns versiyonu?
Korona Çünki əhalinin gəldiyi gündən sonra hal-hazırda neçə dəfə dünya mutasiya elədi? əhalisinin dünya əhalisi dünya əhalisinin sayının artırması, qidaların artıq orqanik deyil olması, xəstəliklərin də yavaş-yavaş adicə təzyiq xəstəsi belə eyni dərmana bir müəyyən müddətdən öyrəşdikdən sonra cümləmi toparlayıram. Öyrəşdikdən sonra başqa bir nəsil. Cümlə özünə saxla. Alternativ model ver də məzəmmət olmasın. Nə alternativ model? Varoluşun alternativ modeli. Mən vermirəm, mən sizdən öyrənməyə gəlmişəm. Mən heç bir şey iddia eləmirəm, debatdır. Öyrəndin. Xeyr. Qarşılıqlı bir şey deyil axı. Debatdırsa argument qoymalısan, argument qoy. Argumenti qoyuram da siz dediniz ki, təkamül inkişaf deyil, genin fondun ötürülməsidir. Deyirəm ki, bir dərmanın yüksək nəslə çıxmağı da təkamüldür. Siz dediniz ki, xeyr, təkamül deyil. Gəlişmək təkamül deyil. Bir-birindən ayrı-ayrı təkamüllərdir bunlar. Farmakologiya başqa bir sektordur. Təkamül biyologiyası ayrı bir bölümdür. Zəhmət olmasa argument qoy. Argument deyirəm də qardaş, deyirəm ki, siz az öncə dediniz ki, Təkamülə insanların rəddiyyən varsa argument qoy. Əli, bax. Bəli. Yetərincə səbirli davrandım. Təkamülə bir rəddiyyən var. Təkamüllə xeyr, mənim rəddiyəm yoxdur. Sol. Bir teoloji iddiyan var. Nə ideyam? Teoloji iddiyan var. Tanrı və tanrılarla bağlı bir iddia qaldırırsan. Xeyr, qaldırmıram. Sizin bir dini iddia qaldırırsan. Dini iddia qaldırmağa öz inancım var. O iddianı heç vaxt qaldırmıram. Öz inancım var. Qaldıranda gələrsən o zaman. Biyologiya danışmaq istəsən gedib bir biyologla danışaram. Ən azından dediyimi anlayar ya da dediyini anlayaram. Ailə buyurun, xoş gəlmisiniz. Ailə buyurun, mikrofon açın zəhmət olmasa. Mikrofon açın. Nazım buyur, xoş gəlmisən. Şair meyxanaçı qardaş, buyur, xoş gəlmisən. Salam sevgili kardeş. Nə vaxtın xeyir, buyur özür. Televizorun səsini al. Baş sevgili. Sevgili kardeş, üzr istəyirəm, bir şey demək istəyirəm mən. Eşitirsiz məni? Hə, eşidirəm. Bu kardeş beya burada deyir ki, Allah'ın yok olmağından belə danışma, belə falan. Mən demirəm Allah yoxdur. Və Allah varsa mən ailəyə qurdum. Müəyyən səbəblərdən evlad problemi var idi. Mənim günü bugünkü gün 15 minim olmasaydı, mənim evladım olmayacaqdı. Və Allah varsa bu nəyə mən vaxtında vermirdi bu evladı? Mənim 15 minim olmasaydı o evladım olmayacaqdı mənim. Allah'a görəndə soruşaram əzizim. Təşəkkür edirəm. Başqa bir şey var. Başqa da nələr var, Allah canım sağ eləsin. Pərviz, çox sağ olasın, təşəkkürlər. Pərviz buyur, xoş gəlmisən. Pərviz buyur, xoş gəlmisən. Salam. Mələküm. Qaqa, sən Şafat harada olmuşsan? Hansı tərəfdə olmuşsan? Nə vaxtı? Şafat hansı tərəfdə olmuşsan sən? Qəbələdə. Vay maşallah. Doğulanda bilmirdin. Yox, bildimi doğulanda bilmirdin nətər doğulmuşsan, nə bilim. Allahım kim deyil, nətər deyil. Allahım kimdir? Mən deyirəm Allah yoxdur axı. Nətər yox. Var. Hə. Hardır? Nəfəs almırsan havadan. Nəfəsimi soruşmuram, Allah'ı soruşuram. Allah'ı deyirəm də mən. Allah nəfəsdir. Nəfəs söyür. Qalsa Allah'a da gələr. Nə? Gələk görüb düşünəsən, doğulduğun. Deyirəm Allah hardadır? Nətər harada? Hardadır Allah? Görmürsən, bir başın qaldı gör. Göy görürəm, Allah'ı görəmirəm. Görmək lazımdır da. Harda sən görürsən? Görmürəm, hiss edirəm. Haranla hiss edirsən? Elə hər yerimlə. Hər yerin deyəndə pis çıxır axı. Nətər pis çıxır? Necə gün dəyməzinlə Allah hiss eləyənməzsən də halda. Nətər hiss eləyənməzsən, nə qədər? Sən zahir çıxır buradan. Baya kimi deyir. Görmək lazımdır. Yaxşı, yaxşı.
Net tanı buyur, xoş gəlmisən Net. Salam aleyküm. Axşamınız xeyir. Axşamın xeyir. Çox düzgün yollasan, Allah səni qorusun. Sağ ol. Varsa qorusun. Canın sağ olsun, gözəl söhbətləri izləyirəm səni. Sağ ol, çox sağ ol. Çox sağ ol. Təşəkkürlər. Şamil buyur, xoş gəlmisən. Salam, necəsiz? Yaxşı. Yaxşı olasınız, səbiriz. Bir dənə söz soruşacağım. Buyur. Bu Kamal bəyə birini soruşacağım. Kamal bəy, bir dənə mikrofon açsa. Buyurun. Kamal bəy, Allah'a inanırsınız siz? Nədir ki o? Allah'a inanırsınız. Deyirəm nədir ki o elə? İnanmırsınız da, varlığınızdan görmüyoruz ki. Qardaş deyirəm nədir ki o, forması nədir, harda yerləşir? Bilmirəm, niyə sizə soruşuram, sizdən soruş. Mən Qardaş görməmişim. bax, bir də gərək bunun anlayışını verəsən, sonra deyəsən, bax bu karbüratordur, dəmirdəndir, içində benzin Yox, olur. verəcəm. Mən Yox, deyirəm, mən o var ya yoxdur. sizin dediyiniz sözə görə deyirəm. Yox, bilmirəm, var yoxsa, mən inanmıram, Allah var yoxsa. Anlayış verin. Bir dənə sizdən soruşmuşum, var yoxsa yoxdur, inanmırsınız da, yoxdur, elə bir şey yox, bilmirsiniz nədir. Düzdür? Mən bilirəm, o deyilən, Quranda deyilən Allah əl ilə Quranda deyilən Allah mən də bilirəm. O. Kamal bəy, səsiz gəlmir. Mənim internetimdə problem var. Sən- Yaxşı, mən danışım, siz eşitin cavab verərsiniz, mən çıxacam sonra. Allahın varlığına inanmışsınız, Tevfik bəy də inanmır, mən də inanmıram, mən görməmişəm, mən hissiyə inanıram. Mən bunu necə ki, sevgi hissi var, hormonlardır. Mən bunu hormonlarla qarışdırıram. Bəlkə də səhv şirəkirəm, amma bununla qarışdırıram. Deyirəm ki, Allah sadəcə mənim hissiyatımda içindədir. Var yox, o mən bilərəm, inanaram, inanmaram. Amma kitabdır, Tevfik bəyin də oxuduğu bu elmlərin, bu kitablar burada bizi danışır. Bunu da yazılır, insan əlindən yazılır deyə fikirləşirəm ki, bəlkə Tevfik bəyin özü də belə yanlış oxuyub onları, insan əli ilə yazılan bir şeylərdir. Eyni şəkildə Quranın da insan əl dəymiş bir şeylərə mən inanmıram şəxsən ki, insanın əl dəyib dəyişdirməyəcəyinə sübut yoxdur. Elmi kitabları test eləmək olur axı. Tamam, test eləmək olur. Onu da test edən insanlardır və yazan da insanlardır. Siz test edən yerdə hardasa gəlib, test eləyəndə gəlib görürsünüz, hardasa. Bəlkə bir tibbi ensiklopediya almışsan. Aha. İlkin tibbi yardımla bağlı bir kitab almışsan. İlkin tibbi yardımı test eləyə bilmirsən sən. Mən eləyəmirəm, siz eləyirsiniz. Hərbidə olmamısan sən. Necə? Orduda olmamısan sən. Olmuşam. Öyrətməyiblərsə ilkin tibbi yardımı. Öyrədiblər. Dərliyinə kimi öyrətməyiblər ki, kəsiyi necə düzəldirlər, bu necə düzəldirlər, bunu öyrədiblər. O mən hərbiyə getməmişdən qabaq da bilirdim. Necə tikiləcəyini, necə jüqut bağlanacağını, hardan bağlanacağını. O mən hərbiyə getməmişdən qabaq da bilirdim. O mən... Bildim də. Aha, buyur. Yuxuda görməmişdim ki herhalde. Kimsə öyrətmişdi ya da... Şuurum var ha. Şuurun var? Bəli. O zaman mən deyə bilərsən əzim, diafraqma cırılmasına müdaxilə necə aparılmalıdır? Mən elmi dilləri bilmirəm. Əzim, diafraqma zədələnəndə, cırılanda ora müdaxilə necə olmalıdır ki? Şuurunla cavab ver də, biri baxıram sən şuurun yüksək səviyyədə. Şuurumla cavab verirəm, şuurumla bildiyim şeylərə cavab verirəm. Məsəl üçün deyirəm sizə, qırılan bir şeydir, bu ayaqdır, bunu qırılan bir şeyi niyə tərpət edim ki? Mən bu şuur var, insanın şuuru var ki, bu qırılıqdır, bunu tərpətcə daha da zərər verə bilərəm mən buna. Niyə? Bəlkə bağlamalısan, sabitləməlisən. Bağlamalıyam da, sabitləməliyim. Tərpətməməlisin, sabit olduğu yeri sabitləməlisən. Öyrətməyiblər bunu. Bəs transferini nəsər eləyəsən? Təxliyəsin. Transferi mən eləməyəcəm onun. Onu gəlib tədbirini görəcəklər özləri, bilən adamlar. Mənim səlahiyyətimə geri çatmır o. O mənim səlahiyyətimə çatmır. Mənim səlahiyyətimə... Bəlkə, qulaq as da. Vətərləri kəsib bəlkə sübut qoymalısan. Buyurun. Jüqut qoymalıyamsa qoyacam olsa, orada mənim şuurum varsa onu mən eləyəcəm, o jüqut qoyulmalıdsa adama, mən qoyacam onu, o problem deyil. O mən dərk eləyirəm olsa orada. Sənə birisi bunu öyrətməyibsə, göstərməyibsə, ya da sən oxumamısan, sağdan biləsən. Təbii ki, öyrədib. Bu gəlib mənə bunun kəsiyi üstündə öyrədir. Düzdürmü? Mən də sən onu deyirəm. O öyrədilən şeylər kitabda yazılıb. Test eləyə bilirsən. Onu mənə test eləyib göstəriblər.
Ay so. Mən bilmirəm də, savadım yoxdur, düzdürmü? Qulaq as da, elmi Danışırsınız kitabdan burada. götürüblər, praktik olaraq da test ediblər. Anladın? Amma sənin dini kitabların və ya ümumiyyətlə dini kitablar test olunanda düzəməli nəticə vermir. Başa düşdün? Mən dini kitaba inanmıram, mən ora qatmıyorum. Mən də deyirəm ki, dini kitabı yazıblar. Anladım. Mən dini kitabı da deyirəm biyolo- yazıblar. Kimya və biologiya ensiklopediyalarında yazıblar. Əgər onlara da inanmırsansa getmə həkimə. Otur şaman duası da elə. Mən həkimə getmirəm, inanın ki, həkimə mənə verəcəm yox, həkimə getmirəm mən. Ha, 1-2 ildən sonra gedərsən. Başqa bir şey. Bir dənə söz deyim, Kamal bəyə söz deyəcəkdim, o şey deyəcəkdim. Kamal bəy şey deyirdi ki, Allaha inanmıram. Allahın varlığına inanmıram. Nədir o, nə olduğunu bilmirəm. Yəni mənə sübut eləyənməzdir ki, Allah nədir. Bayaq öz sözündən bir nəfər söndü ki, Allah söndü ki, Kamal bəy söndü bir dənə sual verdi ki, mən Allahdan böyüyəm. Görmədiyi bir şey necə böyük olduğunu şeylədi ki, orada. Anlayış olaraq, məna etibarilə. Anlayış. Mən Qurana əsasən dedim. Qurana əsasən Rəbbin statusu Allahdan böyükdür. Mən Allahdan böyük statusa malikəm. Mənim statusum Rəbbdir. Buyurun, cavab verin. Status olaraq dediniz. Buyurun, lap yaxşı. Xoş yayınlar. Şamil, başqa bir şey var. Təşəkkür ederim. Xoş yayınlar. Sağ ol. Hüseyin buyur, xoş gəlmisən. Salam aleyküm, axşamınız xeyir. Və aleykum salam və rəhmətullah və barakatuh. Sizə 2 dənə, 3 dənə sual vermək olar. Aha. Bunu özüm yoxlamışam. Nəyə görə Bəqərə surəsini inəklərin yanında oxudanda inəklər sənin istiqamətə gəlir? O nəyə görədir? Mən bir sürü inəyim var, amma Bəqərə surəsini yox. Bütün 114 surəni oxuyanda inəklərin tükü tərpənmir. Yəni bu yoxladığım bir şeydir. Yəni Bəqərə surəsi inəklərə təsir eləyir. Bəli, eləyir. Nə oxuyurdun? Aybaşı ayətini? Xeyr, aybaş, o ayət deyil. Bir dənə də başqa sualım var, onu da verə bilərəm. Yox, söhbətdən yayınmayaq. İndi sənə bir dənə məsləhət. Al Bəqərə surəsi 222-ci ayəti, get oxu inəklərin yanında. Örnəqə şəkələcəm. Bir dənə də başqa sual verim. İnsan gözündə əgər pərdə olmasa nələr baş verə bilər? İnsan gözündə pərdə nəyə əngəlləyir? Ümumiyyətlə o pərdə hardadır? Bilmirəm. Əzim, bu bəkarət zadı gözündə pərdə olsun. Belə deyim də sizə, surə ilə göz pərdəsi açılandan sonra onu demək istəyirəm. Göz pərdəsi açılır deyə bir şey yoxdur əzim. Görmə səbəbin fotonlardır, işıqdır yəni. İşığı kəs heç nə görənməyəsən. İstəyən sabaha qədər pərdə qopardı oradan. İstəyən karniz vurur, istəyən sağa çək, istəyən sola çək, istəyən üçbucaq pərdə vurur. Bəs insanlardan başqa bir yaratıqlar var heç? Yox, yoxdur. Canlılar var. Görmədiyin, bilinməyən canlı yoxdur. Cinlər, zat, onlar yoxdur deyirsiniz. Dünyada cəmi bir dənədir, o da mənim himayəmdədir. Başa düşdüm. Bir dənə dişi cin tapdım, mənə lazımdır. Dişi cin mənə də lazımdır Kamal bəy. Xeyr ola ki, Tobi burada divara dırmaşır. Dişi cin tapsam Tobiyə yönləndirəcəm. Sağ ol əzizim, sağ ol. Əlizadə buyur, xoş gəlmisən. Tobi istəyirsən dişi cin. Az bilmirsən ha. Əlizadə buyur, xoş gəlmisən. Salam, salam, axşam xeyir. Axşamın xeyir. Qaqa, bir də bir sual verim sənə. Sən atan, anan müsəlmandırmı? Harda, hansı rayonda doğulmusan, hara alsan? Bir dənə onu bilmək istəyirəm. Sən asan xidmət məmurusan əzizim? Asan xidmət məmuru deyiləm də sual verirəm ki, harda doğulmusan? Ata, hər iki tərəfdən müsəlmansan mı? Yox, heç bir tərəfdən müsəlman deyiləm. Bərba, sən bu Allahın yoxluğunu deyirsən ki, Allah yoxdur. Bu millətin dindən, imandan nədənsə bir qorxusu olmasa, insanlar bir-birini basıb yer, nə bilim, gündə bir cinayət işi baş verər, nəysə yalan dolan baş alıb gedər də. Bu Allahın yoxluğunu təbliğ eləməklə sən nəyə əldə eləmək istəyirsən? Mənə o maraqlıdır. Düşünməyi, sorğulamağı. Nəyi sorğulamağı da? Bir insanı dindən, imandan çıxardıb da pis yola çəkməkdə sənin məqsədin nədir? Bu ölkəyə sən düşmansın. Sən qardaş, sən bir müsəlman olaraq
əgər müsəlman ölkəsində yaşayırsan da, bizim vətəndə yaşayırsan. Bir atan, anan müsəlmandır, sən özün müsəlman kimi doğulmusanmı? Sən bu Allaha qulaq as da. Deyən dedim burada. Səbir. Hə, deyandım. Hara geyirsən? Bir, ölkə müsəlman ölkəsi deyil. Sekulyar, tolerant, multikultural. Ölkə müsəlman ölkəsidir, bəli. Müsəlman ölkəsi deyil deyirəm. Din dövlətdən ayrıdır. Müsəlman ölkəsidir. Sən sadəcə bu milləti dindən, imandan çıxartmaqda məqsədin nədir də? Yavaş. Mənə bax, konstitusiya dövlətə düşmandır. Qaqa, konstitusiya dövlətə düşman. Mən siyasətçi deyiləm. Mən sadəcə sənə sual verirəm ki, sən bu milləti dindən, imandan, Allahın yoxluğunu isbat eləməklə Əlizadə, onda qulaq as. Burnun girməyən yerə başını soxmandı. Konstitusiyada mən burnum girməyən yerə başımı soxmuram. Mən sadəcə sən Allahın yoxluğunu inkar. İndi gəldik məsələn pik nöqtəsinə. Konstitusiyada kiminsə dinə inanmağa icazəsi də var, inanmamağa icazəsi də var. Bunu Azərbaycan Respublikasının konstitusiyası bütün vətəndaşlara tanıyır. Konstitusiyanın 48-ci maddəsinin 2-ci bəndi. Əgər dövlətlik düşmançılığı yaradırsa bu şey, git Konstitusiya məhkəməsinə etiraz elə. Bura Konstitusiya məhkəməsi deyil. İndi gəldik digər məsələ. Pis yola çəkirsən. Hara çəkirəm? Terrora çəkirəm. Az yaşlı evliliyinə çəkirəm. İrana avtofalıq eləməyə mi çəkirəm? Suriyada aparıb öldürməyə mi çəkirəm? Nardaran hadisəsi törətməyə mi çəkirəm? Meşə qardaşları qruplaşması yaratmağa mı çəkirəm? Siğəyə mi çəkirəm? İndi bu sualların cavabını ver, zəhmət olmasa pis yol dediyin tam olaraq nədir sən? Aç mikrofonu, bu suallara cavab ver. Biz də bilək ki, sən məsələn nədir? Mikrofon aça bilmirsən. Bax, mən də istəyirəm ki, sən bilgili olasan, mikrofon aça biləsən də. Sən mikrofon aça bilmirsən, gəlib burada söhbət edirsən. Bax, Nur aşağıda yazıb ki, şeytana qulluq edirsən. Yəqin şeytana qulluq eləməyənlər az yaşlı evliliyinə normal baxa bilər. Yəqin şeytana qulluq eləməyənlər terror aktına normal baxa bilər. Baş kəsməyə normal baxa bilər. İşi də normal baxa bilər. Ha? İran avtofalıq eləməyə normal baxa bilər. Hə, Nur? Əgər mən şeytana itaət edirəmsə və deyirəmsə ki, az yaşlı evliliyi yanlışdır, vətənə xəyanət yanlışdır, terror eləmək yanlışdır, başqa ölkələr üçün döyüşmək yanlışdır. O zaman şeytan sənin Allahından daha səliqəlidir. Daha bilgilidir. Hə? Nur? Ay Əlizadə, dua ilə açasın mikrofon. Qaqa, mənim mikrofonu açıqdır, sən səssizə salırsan. Deyirəm ki, bir dövlət başçısı bir milləti inandırmaq üçün bayrağı öpür, Quranı öpür, and içir ki, bu Quranı haqqı. Mən bu ölkəyə sadiq olacağıma and içirəm. Milləti inandırmaq üçün and içib, öpüb alnına qoyduğu Quranı sən inkar eləyirsən. Sən bu fikrin nədir də? Bu əgər o Quranı yoxdur deyirsən. Hə? Yaxşı deyirəm. Nətər yaxşı eləyirəm? Yaxşı eləyəm. Sənin fikrin nədir də? Bu milləti dindən, imandan çıxartmaqda fikrin nədir də? Bu fakt belə yaşayır ki. Fikrim odur ki, ətrafında radikal mömin olmasın ki, o möminlər sənin 12-13 yaşında qızıva talib olmasınlar. Qardaşım, Zat-ı Pakınla qələt eləyir ki, 12 yaşında mənim qızıma talib olan Niyə Zat-ı Pakınla qələt eləyir? Dinində yoxdur. O sənin özündən asılı olan bir şeydir, istəyirsən. Sən necə şərait yaratırsan ətrafındakılara. O sənin, istəyirsən, o sənin 12 yaşındakı qızına talib ola bilər. Çünki sən o şəraiti sən özün yaradırsan. O sənin öz oğlanlığından real gələn bir şeydir. Sən sadəcə millətin imanından çıxardın. Ay oğlan, dinində imanında var 12 yaşında qız almaq. Mənim dinimdə, imanımda elə şey yoxdur. Mənim sən hansı dinin mənsubusan? Mən müsəlman diniyəm. Müsəlman dini, Talaq surəsi 4-cü ayət, qulaq as. Quran-ı Kərim, Talaq surəsi 4-cü ayət. Nə qeyrək? 4-cü ayə, 5-ci ayə yalandan eşitsəm, özümü savadlı kimi aparma. Bu milləti dindən, imandan çıxartmaqla deyil, qardaşım. Sən get özünə sənət. Sən zaten dinlə. Sevgi icazə versən, mən indi sənə 2 dənə sual verim.
Aha, niyə də olmasın? Quranda yaş qeyd olunmur. Bir dənə bu sözü və bir dənə toxum. Quranda yaş qeyd olunmur. Rüşd yaşı yəni qeyd olunur ki, yetkin insan. Bir dənə indi bax bir dənə sənin bir sözündə. 31-ci ayət. Gəl aydınlaşdıraq. Nur surəsi 31-ci ayət qadınlara bağlanmağı əmr eləyir, düz? Bəli. Düşün ki, qızın var, 11 yaşı var. Neçə yaşında bağlanmalıdır? Bəli. Uşağı neçə yaşından tərbiyə edirsən, o yaşından da bağlayırsan. Tamam. Bağlanma səbəbi nədir? Bağlanma səbəbi onu tərbiyələndirməkdir. Yəni uşağı məktəbə göndərsən. Qulaq as. Naməhrəm məhrəm söhbəti, düz? Yox, onun məhrəm söhbətinə görə yox. Uşağı məhrəm söhbətinə görə bağlamırlar qardaş. Qulaq, uşağı demədim. 11 uşağı tərbiyələndirmək üçün bağlayırlar. Qulaq as. 11 yaşında uşağı, 12 yaşında uşağı heyz gördükdən sonra məhrəmdir, naməhrəmdir ətrafdakı kişilərə. Naməhrəmdir. Yetkinlik yaşına çatan qadın artıq naməhrəmdir. Yetkinlik yaşı heyzdən sonra hesablanır. Yox, yəni uca əmələ gəlməyə başlayanda qız, yəni belə sonra baxanda başqa kişilərin əgər diqqətini çəkirsə, kimlərsə əgər onun nəsə baxanda şəhvəti oyanırsa, uca o örtünməlidir ki, olmasın, bildin necə? Bu insan biologiyasıdır, bunu sən tanımazsın. Qulaq. 12 yaşında qıza baxıb şəhvətə gələn kişinin kişiliyinə qeydirim. Sən nə deyirsən? O heç o bəlli məsələdir, amma eləyənlər var da. Yavaş. Onu qorumaq üçün də bağlayırsan. Yavaş. Bağladın. Bravo. İndi sən mənə de görüm. Kimin yanında məhrəm ola bilər? Kimin yanında? Atasının, qardaşının. Sonra? Södəli atasının, qardaşının yanında məhrəm ola bilər. Ərinin? Əri olsa ərin yanında məhrəm ola. Ərin yanında nə ola bilər əri? Əri yoxsa məsələn 12 yaşında, yox qardaş. Oje, sən nə deməksən? Mən sənə bir dənə söz deyim. Dəlil göstərim. Rüşd yaşı. Rüşd yaşda qarşı yetkinlik yaşı. Qulaq as. Rüşd yaşı Nisa surəsi 6-cı ayət. 6-cı ayətə görə mal-mülk bölgüsü ilə bağlıdır. Qız uşaqlarının evlilik yaşı deyil. Yox, Quranda ümumiyyətlə sən yaş göstərə bilərsən ki, 12 yaşında evlən deyilib. Quran adından danışsın. Mən sən sualların başqa idi. Bilirəm, bu söhbəti aydınlaşdıraq yaxşı olacaq. Gəl sən ayət göstərim və bunu aydınlaşdıraq. Nə var ki burada? Göstər. Neçənci ayət dedin, görüm mən də açım baxım bunu. 65-in 4-ü. Gəl. Denəm mənə görüm. Heyzdən kəsilmiş qadınlarla bağlı bölüm var. Bir də hələ heyz görməmiş qızların gözləmə müddəti deyir. Heyz görməyən qızların gözləmə müddəti neçə olur ki? Hansı aya, hansı sürədən söhbət edirsən? Talaq 4. Hörmətli izləyicilər, Zəhmət olmasa yayını bəyənək, paylaşaq, bir də takip eləməyənlər takip eləsin də hesabı. Bir heyzdən kəsilmiş qadınlarınızın iddə müddəti barədə şübhəniz varsa və hələ heyz görməmiş olanların iddə müddəti 3 aydır. Hamilə qadınların iddə müddəti isə onlar bətnindəki azad edilən doğan kimi. İddə müddəti bilsən də nədir? Gözləmə müddəti. Bilirəm. Yəni burada yəni evlənmiş qadınlardan söhbət gedir. Ay, sol. Heyz görməmiş uşaqlarına da evlənmiş olur ki. Burada heyz görməmiş uşaqları hardan çıxartdın ki? Uşağı sən necə çıxartdın oradan ki, heyz görməmiş bu uşaqdır? Hələ. Normal qadın heyz görməyə bilməz. Nadir hallarda. İndi sən mənə görüm ki, bu 1 yaşdan, 0 yaşdan 13 yaşa qədər söhbətə aid olunmur. Deyim də qardaşım, burada var görürsən evlənməkdən söhbət gedir. Yəni bu evlənməkdən söhbət getmir, boşanmaqdan. Ondan sonra heyz görməmiş. Mücahid. Vallahi ondan söhbət gedir qardaşım. Ayan niyə başqa deməksən sən? Talaq boşanma deməkdir. Nə pölüyürsən? Eşidirəm, yox. Boşanma deməkdir talaq. Hə də burada evlənib boşanan qadınlardan söhbət gedir. Burada uşaqdan söhbət gedir. Mən də səndən soruşuram da, az yaşlı uşaq hələ heyz görməyən qız uşaq nətər evlənir ki, boşansın da? Sən hardan çıxartdın ki, burada az yaşlı uşaqdan söhbət gedir? Hələ heyz görməmiş qızların gözləmə. Yetkin qadın heyz görməyə bilmir. Heyz görməyibsə nə gözlürsün ki? Yox, yetkin qadın heyz görməyə bilmir, bir də onu dinəmə. Bildim, heyz görməyən qadının nəyin gözləyirsən? Yetkin qadın heyz görməyə bilmir. Deyək ki, görməyib də, heyz görməyən yetkin qadını nəyə gözləyirsən? Sualı başa. 3 ay nəyə gözləyirsən? İddə müddətini. Gözləməlisən də 3 ay gözləməlisən. Onun başqa səbəbləri. Niyə də heyz görməyib axı bu? Səbəbləri var da qardaş, bu. Nə səbəb? Olsun da qardaş.
Qadın boşanıb, aybaşı olmayıb. Düzdür, heç görməyib. Onu gözləməlisən də, 3 ay gözləməlisən ki, etik danış. o ondan sonra evlənə biləsən. İndi sən mənə burada yetişkin də göstər söhbəti bağlayaq. Hə, heyr. Ağa qardaş, burada vallahi yetkinlik yaşından söhbət gedir. Burada Göstər də. uşağa heç aidiyyəti yoxdur da bayan. Bax, Göstər də. sən mən uşağı göstər yaxşı burada. Uşağı göstərsən mən burada. Hələ heyz görməmiş qızların. Qızlar demir. Yəni qulağa. Nə deyir? Hələ heyz görməmiş qadınlar deyir birincisi. Hələ heyz Görmüsən də ekranda. qadın qız belə Görmüsən yəni də. Nə? Qulaq as da qadın sənin verdiyin tərcümədə başqa cürdür, burada başqa cürdür. Qızlar keçməyirlər orada. Kimdən tərcüməyə baxırsan? Yəni hələ heyz Kimdən görməmiş, hələ heyz Kimdən görməmiş. tərcüməyə baxırsan? Quran.com-a gir, Quran.com. Kimdən də kimin tərcüməsidir? Əlixan Musayevdir bu. Ziya Bünyadova baxırsan? Lap qızlar olsun da, yaxşı, indi tərcümədə mən şey eləmirəm. Qızlar olsun. Şeyləm. Heyz görməmiş qızlar. Vallahi deyirəm, buradakı qızlar yəni uşaq qızlar deyil. Evlənib boşanmış qızlardır. Dəlil? Dəlil Evlən odur ki, boşanmış qızlar hələ heyz heyz görməmiş olur. Bax, qardaşım, Əlixan Musayevin tərcüməsi deyirsən. Bax, Əlixan Musayevin tərcüməsində görə necə yazılıb? Deyir, heyzdən kəsilmiş yaşlı qadınlarınızın gözləmə müddəti barədə şübhə etsəniz, onların eləcə də yaşlarının azlığı üçün hələ heyz görməmiş olanların gözləmə müddəti 3 aydır. Hədə. Mən nə deyirəm? Hə, yəni burada sən hardan çıxartdın ki, 11 yaşında söhbət gedir? Ay, yaşları müsait olmadığı üçün. Xəstəsən sən. Özünüz dilindən oxumadın. Yox, yəni uşaqlardan söhbət getmir o, qardaş. Özünüz dilindən oxumadın. İndi gəl bir dənə keçək bu ateizm mövzusuna da zəhmət olmasa. Keçəcəyik bunu Bunlar izahını da ayrı verir. mövzu. Yan bircə saniyə. Deməli, heyz görməyən fərd ancaq uşaq ola bilər də. Yəni sən onu iddia edirsən, düzdür? Yox, ayətin elə iddia edir. Ayət elə etdirəm. İndi Əlixan Musayev orada tərcümə edə bilmirəm nə fikirləşib Yaxşı, tərcümə edib, amma tərcüməsinə baxaq. onu Gəl Bünyadova iddia baxaq. eləmir. Gələ bax Bünyadovun tərcüməsinə. Bax. Bax. Al sən. Ziya Bünyadov. Sən şiəsən, sünnisən? Əhli sünnə. Əlixan Musayev sizin tərcüməsinizdə ölür. Bildim başa düşdüm. Nə qulaq as, bax. Sünnəsən sən, əhli sünnəsən. Bəli, bəli. Təfsir getiriyorum. Gəl bunun təfsirinə baxaq. Kimdən baxarsın? İbn Kəsirdən baxaq da. Bax. Bir də saniyə. Deməli, İbn Kəsir öz təfsirində bu ayənin nazil olma səbəbini izah edərkən başlayır. O qeyd edir ki, Bəqərə surəsində Səbəbini boşanma soruşmuram. Nəyi soruşsan mən? Təfsiri. Heyz görməyənlər və ləlləm yəhidin. İbn Kəsir bu hissəni şərh edərkən yazır. Kiçik olduqları üçün heyz yaşına çatmayanlar da bu hökmə daxildir. O dövrün hüquqi dili ilə siqarihinə. Yəni ki, deyir, kiçik olmayan ki, heyz yaşına çatmayan qızlarla evlənmək olmaz da. Yəni deyir ki, harda deyir? Burada ayə ona dəlalət eləmir. Başdan oxu. Heyzdən kəsilmiş yaşlı qadınlarınızın gözləmə müddəti barədə şübhə etsəniz, onların eləcə də yaşlıların azlığı üçün hələ heyz görməmiş olanların gözləmə müddəti 3 aydır. Yəni deyir ki, hələ heyz olmayıbsa, sən onu gözləməlisən. Yəni gözləməlisən ki, heyz olsun. O da elə deyir də ayədə qardaş. Nə deyir? Deyir gözləmə müddəti 3 aydır. Boşanma qaydasıdır o. Heyz olmayan qadınla necə evlənmiyorlar ay qaqa? Evlənməyən bir qadın ətə boşanma prosesinə tabi ola bilər. Elə bil ki, sən bir subaysan sən. Mən subayam hə. Yox, estağfurullah, saçma. Qulaq, subay olduğun vaxtı düşün. Subay məhkəmə edə bilərdi ki, mən boşanmaq istəyirəm. Bildim də, amma burada şeydir, heyz görməmiş qadın nətər evlənə bilər ay qaqa? Ben o fikirləşdim. Sizin dində olur da. Olmur. Bu sadəcə ayəni sən başqa cür təqdim edirsən. Mən də bu biraz elmim zəif oldu. Özünüz dilindən oxumadın. Ateizm aiddən sual. Ateizm aiddən sual verim də sənə. Aydınlaşdıracağıq ondan sonra. Yaxşı, gözlə bir dənə burada görüm var. Mən tam təfsirə baxım sənə deyim. İcazə versən bir 2 dəqiqə başqasından danış, bir dənə mən səssiz alım. Buyur.
Sevik abi, o yoldaşla siz söhbəti bitirəndən sonra bir dənə onunla bu hicab barəsində danışmaq Mən istəyirəm. söhbəti bitirdim ya abi, özün götür, o hazırdır. Sən istəyirsənsə danış. Mən biraz istirahat edim. Nur surəsi 31 barədə danışmaq istəyirdim. Görüm orada o örtünmə məsələsini necə eləyək? Yəni problem nədədir? İnsan heç bax ayələri deyirsiniz, insan gedib oxuyur. Siz ayələri olaraq Mən oxuyuram buradan, təfsirlərdən oxuyuram da. Bir klassik təfsirlərdə məsələn İbn Kəsirdə bu ifadənin altına həm yetkinlik, həm də yetkinlik yaşına çatmadığı üçün heyz görməyənlər. Məsəl üçün qızın 17 yaşı var, hələ heyz görməyib də tutaq ki. Həm də yetkin yaşda olub bioloji səbəblərdən heyz görməyənlər də daxil edilmişdir. Yəni bütün heyz görməyən qadınlar bura daxil edilmişdir. Yəni tibbi və reallıq, hüquqi reallıq baxımından məsələ belədir. Tibbi reallıq belədir ki, amonereya tibb elmində yetkinlik yaşına, yəni 18, 20, 25 yaşına çatdığı halda genetik pozuntular, hormonal disbalans və müxtəlif xəstəliklər səbəbindən heç vaxt aybaşı görməyən və çox gec görən minlərlə qadın var. Yəni bu sırf uşaqlara dəlalət eləmir ki, 11 yaşında uşaqlardan söhbət getmir. Ayə ilk növbədə bu cür xüsusi bioloji vəziyyətdə olan yetkin qadınların boşanma hüququnu qoruyur ki, yəni hüquqi boşluq qalmasın. uşaqların istisnası var qardaş ayrıca. Necə? Uşaqların istisnası var ayrıca. İstisnası yoxdur. Prosta bu bəlli məsələdir. Elə Çeviş də onu deyirdi. Yox, Yəni siz uşaqlar əgər da qüsur var. axtarırsınızsa, onsuz da qüsur axtarmaq çalışan insan Quran var. Quran qardaşım həm hidayət eləyəndir, həm azdıran kitabdır. Yəni hidayət olmaq istəyən üçün hidayət eləyir, azdırmaq Hidayət istəyən insan nədir azdırır. qardaş? Hidayətin tərifi. Sən bilmirsən, çevikdən sonra çevik deyə. Deyirəm hidayət nədir? Sən deyə sən də bilmirsən. Problem budur, sən bilmirsən. Hidayət doğru yolu tapmaqdır, evet, doğru yolu tapmaq. Sübutun nədir? Hidayət doğru yolu. İslamın dərin mövzularında. Bir dənə ateizm Tərcümə elə bir dənə bax, Hudən min Rəbbihim sözünü tərcümə elə elə. Hidayət doğru yolu tapmaqdırsa, indi tərcümə elə görmə o sözü. Hudən min Rəbbihim. Onlar Rəbbindən gələn doğru yol üzərindədirlər. Doğru yolu tapmaq üzərindədirlər, onu da gərək deyəsən. Doğru yol üzərindədirlər. Hidayət doğru yol. Doğru. Yol sözü nədir? Ərəb dilində səbildə axı, nə oldu? Nətər modifikasiya elədin sən onu? Bildim, sən nə soruşsan? Yaxşı, gəl dəqiqləşdirək. Nur surəsi 31 açıram. Oxuyuram. Bayaqdan hicabdan danışırdınız. Mömin qadınlara da de ki, gözlərini, mötəzəni oxumuram, qorusunlar. Öz-özündən görünən qisimlər istisna olmaqla zinətlərini göstərməsinlər. Qadının zinəti nədir, qardaş? Bir dənə zəhmət olmasa bunu qeyd elə də burada. Qadının zinəti, ümumiyyətlə qadının vücudu onun zinətidir, qardaş. Qadının vücudu. Gözəlliyi onun zinətidir, bəli. Gözəlliyi onun zinətidir. Hə. Bəli, bəli. Davam eləyək. Yəni harası? Yəni faktdan danışıram. Gözəlliyi. Ayaqları, əlləri, qardaş, yəni belə tutun. Görsən, öz-özünə görsənməyən yerlərdə istisna olmalı, yer onun zinətidir. Qalan yerləri zinətidir. Yəni nəyi konkretləşdirək? Necə yəni nəyi? Öz-özünə görünən yerlər, əlləri, üzü, ayağı öz-özünə görünəndir. Üzü bəli, əlləridir, üzü də öz-özünə görünən hissələr. Yerdə qalanı, yəni yerdə qalanı cinsəlliyin bildirənlər deməli gizlədilməlidir. Cinsəlliyin bildirənlər yox, qardaş. Yəni və nə? Gözəl, ümumiyyətlə də yəni zinət nədir? Zinət nədir? Zinəti nədir? Onun bəzəyi də, bəzəyi. Bəzək broşkası, yəni yoxsa nə? Yox, qardaş, bu bədənin vücuddan söhbət gedir. Vücuddan söhbət gedir. Vücuddan nəyidir, nəyi? Məsəl üçün, bax, qadının qollarıdır, çiynidir, boynudur, dizləridir. Bunlar qadın zinətidir, qardaş. Hər bir kişinin diqqətini çəkir də, yəni kişinin xoşuna gəlir. Liboy kişinin xoşuna gəlir, bildin necə? Gözəl qadın, dizli qadın xoşuna gəlir. Başa düşdüm. Qadının övrət yerləri nədir bəs? Zinət sayılmır olar? Övrət yerləri? Gizlədilməli deyil olar yəni? Onlar da gizlədilməlidir, bəli. İndi zinət yeri nə oldu?
Hələ övrəti də zinətdir də, belə olsun. Övrəti də zinətdir. Tamam. Ha. Deyir ki, görünən öz-özlüyündə görünən qismlər istisna olmaqla zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə salsınlar. Zinətlərini ərləri, bu başa düşüləndir də istisna verir. Bunlardan savayı deyəcək. Ərləri, ataları, ərlərinin ataları, yəni öz ataları və ərlərinin atalarına Bildim sən nə. Övrət, yəni sən dediyin kimi orada şey deyil. Yəni durub nə harasız açıb göstərməli deyil qardaşın azalında. Sən durub söz oyunu oynamaq. Axı deyir göstərə bilər. Tebrikə bir dənə sual. Bir dənə sən danışma da. Bir dənə tebrikə sual vermək. Yo, belə keçməyəcək, belə çığırtı ilə keçməyəcək. Bax, bayaqdan dedin gizlətməlidir. İndi isə deyir ki, ərlərinə, qaynatalarına, mən səhv elədim, eşidirsən. Övrət zinət deyil qardaş. Mən onda səhv dedim. Övrət zinət deyil. Ha, səhv dedin. Ha, aydın oldu. İndi zinət nədir? Zinət elə bayaq dedim ya, əlləridir, ayaqlarıdır, boynudur, babalardır. Öz-özünə görünən nədir onda? Öz-özünə görünən də üzüdür. Üzüdür, bir də əllərin üstü var ha. Qolları demirəm ha, əlləri. Onlardır. Öz-özünə görünənləri, yaxşı, tamam. Bəli. Davam edirik. Yox, indi də oldu, əlləri, üzü. Bunlar şəhvət yaratmır? Xeyr, bunlar şəhvət yaratmır. Xeyr, gözəl. Bunlar şəhvət yaratmır. Davam edirik. Ərləri, ataları, ərlərinin ataları, oğulları və ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları. Mömin qadınların qadını nədir? O vaxtı, yəni qadınların kənizləri olurdu. Köməkçiləri olurdu. Kəniz sözü ərəb dilində deyilir. Hədə olan köməkçiləri olurdu. Evləndə elə bir ki, işləyirdi. Qadın yazılıb ərəb dilində, qardaş. Fuslim olma. Qadın yazılıb burada ərəb dilində. Odur, o qadınlar. Bax, Nisə-i-Yəhim yazılıb. Onların qadınları nə cariyə yazılıb, nə kəniz yazılıb. Sən qadın nə başa düşürsən? Yəni, öz qadınları lezbiyankalıq başa düşürəm mən. Məndən soruşsan onu deyəcək. Sən qəlbin fəsadlıdır, ona görə elə başa düşürsən. Yaxşı, mənim qəlbim. İndi davam eləyək. Hələ davam eləyirik. Sahib olduqları cariyələr nə oldu? Cariyələr olmadı ki yenə də. Nə idi? Bu qadınları nədir? Sən hansı aydan söhbət edirsən? Bir dənə ayə mən dəqiqlə. Nur surəsi 31. Bəs bayaqdan deyirdin cariyələrdir qadınları. İndi məlum cariyələri də ayrıca keçirək. İndi bu nədir bu? Mən deyən deyil, deyəsən sən öl. Nur surəsi 31, bir dənə səbirli ol. Elnur abi teşekkürler var olasın hediyeler için. PK'da abi PK'da. Sevik prosta mən sual verməyə qoymadın, elə sənin sualın var. Mücahit sualdan çık sen verersen sualı. Yaxşı. Deməli Nur surəsi 31 mömin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və ayıb yerlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən. Yəni sən soruşsan ki, burada qadınlar nədir, düzdür? Hə. Bir də sonra təfsirə baxın. Mən özümdən Qurana fikir bildirə bilmərəm, qardaş. Yəni, əlhəmdülillah. Ümumiyyətlə, heç bir müsəlman özündən Qurana şərh verə bilməz. O birisilər müsəlman deyildi, onu da şərh verənlər. Olmaz, qadağandır, qardaşım, vallahi qadağandır. Hə, o şərh verənlər onda müsəlman deyil. İbn Abbas, Mücahid və Qatədə, bunlar böyük alimlərdir. Deyir ki, burada görünməsi icazə olan isə üz, əllər və barmaqdakı üzükdür. Qardaş, ona gələcəyik hələ. Hələ öz qadınlarımda. Bayağı görünən hissə. Mən övrəti bayağı görsən səhv dedim orada. Özümdən şərh verdim, günah qazandım. Buna görə Allahdan bağışlanma diləyirəm. İbn Kəsir qadının sosial həyatda, ticarətdə, şahidlikdə, gündəlik işlərdə fəaliyyət göstərə bilməsi üçün üz və əllərin açıq qalmasını praktiki zərurət olduğunu qəbul edən fiqhi xətti dəstəkləyir. Deməli, niyə gərək qadınlara, qardaşım, nə səbəb o? Qadınları nədir? Əsas odur. Yəni başına ip salıb dalıncan gəzdirir, nağarırdılar, şifan yerdə gizlədir, nə edirlər? Aydınlaşdıraq da qardaşım, bu görək alimlər bu barədə nə deyir, təfsir alimlər. Deməli, onların qadını yazılıb. Bax, diqqət elə. Sənin alimlərini qabaqcadan mən kafir elan edirəm, bəri başdan. Çünki onların qadınları yazılıb orada, ərəb dilində.
Yəni desələr ki, o nə bilim qonşusudur, nə bilim mağazin satıcısıdır, nə bilim nədir, onlar qəbul edir. Bəri başdan onlar kafirdirlər. İndi özün istəyirsən davam elə. Necə qaqa başa düşmədim. Ərəb dilində nisə-i yəhim sözü onların qadınları deməkdir. Vəsə. Yəni başqa cür onu indi bilmirəm oxu. Əb nisəhinə ifadəsi keçib. Deməli müsəlman İbn Kəsir, Ömər radiyallahu, İbn Abbas radiyallahu, Mücahid kimi nəhəng sahabə və tabiin alimləri istinadən qeyd edir ki, bu ifadə müsəlman olan, eyni inanc və əxlaqı paylaşan qadınları nəzərdə tutur. Mömin bir qadın digər müsəlman qadının yanında tamamilə rahat ola bilər. Yəni ki, burada qadınları deyəndə onun qadınından söhbət gedir. Yəni ki, müsəlman qadınlar, yəni bundan söhbət gedir. Yəni muhsinət sözü, bax, ayənin əvvəlində muhsinət sözü işlənib. Qalu muhsinəthim, müsəlman qadınlara denəndə, mömin qadınlara denən. İndi muhsinət sözün ikinci saxla. Muhsinət sözün ikinci dəfə tapıb yaza bilmədilər ora. Yəni Allah tapıb yaza bilmədi. Burada çaşdı yazdı ki, nisə yazdı da, hə? Yaxşı, davam elə özün bilərsən. Nə istəyirsən zaten inana bilərsən. Yəni ki, təfsir onu deyir ki, sən də ərəblərdən ərəb alimlərdən, köhnə alimlərdən yaxşı bilməzsən ki, yəni dilçiliyi düzdür. Mən əlbəttə ki, yaxşı gündəlik biləcəm. həyatda tanıdığı, güvəndiyi, əxlaqın və dürüstlüyünə bələd olduğu qadınlar var. Buradakı qadınlar bunlardan söhbət gedir. Hə, yaxşı, aydındır. Yəni o alimin şərhidir, orada yoxdur ayədə. Onlar fuslim. Fuslim elan edirəm. İndi əgər bax, diqqət elə. Sən bayaq dedin ki, üz və əl şəhvət yarada bilməz. Amma ayənin davamında deyir ki, qadının çılpaqlığını anlamayan uşaqlar və kişiliyini itirmiş xidmətçilərə göstərə bilərlər də, yəni bu mənada. İndi yaxşı, üz və əl şəhvət obyekti deyilsə, burada nəyə görə məhz qadın çılpaqlığını anlamayandan söhbət gedir. Belə çıxır ki, hər halda o istisnada qadının çılpaq yeri nəzərdə tutulur. Sənin kimi dediyin kimi üz və əl deyil. Qadının çılpaq yeri nəzərdə tutulmur. Sənə dedim, oxu, ayən davamını oxu. Ayən davamını oxu, indi görəcəksən. Ayən davamını oxu, görəcəksən. 32-ci ayəni oxuyun. 31, yox. Diqqət elə, deyir ki, mömin qadınlar... Səsin gəlir, uzaqdan yox. Belə mala vurduq deyək ki, getdik. Sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların mərhəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər. Bəs niyə mərhəm yer söhbəti getdi? Üzlə əl mərhəm yerdir bəyəm? İndi burada sənə kim deyir ki, uşaqların yanında, öz atasının yanında üzlə əlindən söhbət gedir? Burada sənə necə çıxartdın? Sən dedində üzlə əldən söhbət gedir. Çöldə görünən yerlər, çölə çıxanda üzlə əli görünə bilər. Atasının yanında, öz qardaş oğlunun yanında, nə bilim, yaxud ehtirasını itirmiş kişi xidmətçilərin yanında ayaqları, boyunları görünə bilər. Yəni ayədə bunu deyir. Ayəni diqqətlə oxu da. Bəs ayaqları, boyunları bayaqdan şəhvət yeri deyil idi axı. Nətər oldu ya bu dəyişdi ki? Şəhvət, zinət yeri daxı, bəy qardaş, nətər şəhvət, mən sən bayaq demədim, zinət yeri. Ha, onlar zinət yerlərdir. Bəli. Deməli, bax, övrət yerlərini ərinə də göstərə bilməz onda. Övrət yerin ərinə göstərə bilər, kimlik göstərəməz. Harda yazılıb, göstər ayədə. Bayaq dedin ki, gizlətin. Bir dənə ayənə deyil, gəl göstərim, yaxşı. Digər ayədə deyir ki, diqqət elə, qaynatasına nəyi göstərə bilərsə, ərinə də onu göstərə bilər. Burada ayədən belə çıxır. Yox, vallahi ayədə zinət yerinə söhbət, digər ayədə övrət yerini. Digər ayəni göstərim, yəni ərinə övrət yerini göstərə bilər. Onu göstərim sənə. Diqqət elə, bax, burada ayənin əvvəlində dedi. Övrət yerlərini, baş örtüklərini yaxaların üstünə salsınlar. Zinətlərini ərlərinin ataları və s. Getdi. Ərlərinə də göstərə bilər. Ərlərin atasına da. Ərlərinə nəyi göstərə bilərlərsə, ərlərinin ataları, öz atalarına, ərlərinin qardaşlarına da onu göstərə bilər. Ərinə göstərdiyin, qaynatasına da göstərə bilər. Boynun, ayağın ərinə göstərə bilməz bəyəm qadın. Zinət boyun, ayaq oldu. Bəli. Onda deyir ki, biz sizin üçün yer üzündə hər şeyi zinət olaraq yaratdıq. Onda bizim üçün yer üzündə hər şeyi boyun, ayaq yaradıb. Oy da. Sən elə başa düşdün də. Bir dəqiqə yoldaşlar, bir dəqiqə. Zahid, zinət boyunla əldirsə kişiliyi qalmamış bir adam ya da kişiliyi qalmış bir adam görəndə nə olur ki? Kişiliyi qalmamış adam qadının boynu ilə ayaqlarını görəndə ehtiraslanmır da, yəni bildin necə?
Ya sen kişi yolda giden bir kadının boynuyla elini görəndə, ayağını görəndə şey eləyirsən, etirazlanırsan. Sən etirazlanmırsan ha? Yox, mən sapıq deyiləm. Mən deyən baxanda etirazlanıram, amma baxmıram. Mən gözümü çevirəm. Çünki Allah Yəni bir Subhanahu deyir boyun, ki, qadının boynu ilə ayağı, tabanı səni etirazlandırır, eləmi? Taban yox, ayaqdan yəni dizə etirazlandırır qardaşım. Nə yalan deyim? Durub baxsam etirazlanacam mən. Tabana Mən sənin kimi yalancı deyiləm. Sən etirazlanmırsan, qaqa. Tabana baxanda da mı etirazlanır? Xəstəsənsən. Tabana demirəm də, diz, ayaqlar bu hissələr var. Orada diz ayaq var. Özün demədin ki, ayağın ayaqdır. Qardaşım mən etirazlanıram, mən qardaş. Kişiyəm etirazlanıram. Sən etirazlanmırsan. Sapıqsan axsan, qardaş. Sapıq deyiləm, mən gözümü çevirəm, mən baxmıram. Mən Allah Subhanahu deyir ki, baxma. Bildin nə tə? Baxmırsan sən etirazlarsın. Baxsam etirazlanacam da qardaş. Tabana baxanda. Ha. Onda sən problemin var axı, sən həkimə getməlisən. Cəmiyyət Yox, problem məndə. Vallahi problem deyil qardaş. Allah mənə belə yaradıb. Mən nəyim qardaş? Sənə də elə yaradıb da, sən də eləsən də qardaş. Sən də baxsan qadın baldırına, qıçına, həm ayağına etirazlanırsan. Yalandan deyirsən ki, etirazlanmıram. Qulaq as da. Əgər Allah səni belə yaradıbsa, üzdən iraqları da üzdən iraq yaradıb da, niyə şey eləyir ki, lənət oxu? Ay qardaş, bu kişilik hormonu deyilən bir şey var da. Kişilər elə yaradıb ki, qadına baxanda şəhvətlənir. Qulaq as da. Demədin Allah səni belə yaradıb. Hə də Allah mənə belə yaradıb ha. Hamı belə yaradıb, təkcə mən səni elə yaradıb. Qulaq as da, üzdən iraqlar da üzdən iraq yaradıb da, niyə lənət deyir ki, ölmədin? Üzdən iraq yaradıb mı baxır? Yox, kişi kimi yaradıb. Prosta onlar azğınlıq. Kimdir olsun? Qardaş bir dəqiqə mən üzdən iraqam bəyəm, belə sonradan elə söhbət edirsən. Səni demirəm, deyirsən ki, mən Allah belə yaradıb. Onda sən gəlib 3 yaşlı uşağı təcavüz edirsən, deyirsən Allah mənə belə yaradıb. Verin də. Qadının qıçına baxanda, ayağına baxanda etirazlanmırsan? Kişi kimi. Ay yoldaş. Sən özün dedin ki, boyun bir də ayağın aşağısı. İndi sən mənə görüm, sən gedib birinə təcavüz eləsən, deyirsən Allah mənə belə yaradıb. Allah eləməsin kiməsə təcavüz edeyim, hə? Deyirsən mənə belə yaradıb Allah. Yo, təcavüz eləmək olmaz axı qardaş. Kimsə deyir ki, təcavüz eləmək olmaz. Heç baxmaq da şəhvətlənmək də olmaz. Amma baxsan, şəhvətlənəcən, baxanda ki, təcavüzün əlbəttə var. Əlbəttə var qardaş. Harda var? Məsələn, təcavüz eləsən bir dənə qadına müsəlman, şəriətdə odur ki, ona qisas tətbiq olunmalıdır qardaş. Haqqına gəlirsən, qisas tətbiq. Nə qədər gəlib sən təcavüz eləmədilər? Yox, cəza verilmədi. Mənə ən azı əgər evlidirsə qadın, mənim canımdan məhrum olacam qardaş, öldürüləcəm. Əgər qadın evlidirsə, mən təcavüz eləmişəmsə, edam hökmüdür. Yalan deyirsən axı. Yalan deyirsən. Nə, vallahi deyirəm edam hökmüdür. Onda bir dənə ayət edirəm, baxaq görə hökm hardadır. Zina eləyən kişi də düzdür? Ya. Zinanı deyirəm, bir təcavüz deyirəm. Ayədə yox. Təcavüz olsa zinadır da, ikisi də eyni şeydir. İkisi de eyni şeydir. İndi könüllü sən biri ilə yatırsansa zina olur. Təcavüz edirsənsə bu da zina olur, eləmi? Təcavüz edirsənsə bu da zina olur. Zinadır da qardaş, ikisi də zinadır. Yəni təcavüzlə könüllü şəkildə sevgili olan bir yatan birisi eyni kateqoriyadır, eləmi? Sevgili olanda o zina olmur, hocaları evli sayılırlar da. Yəni demək olar ki, öz aralarında o şey eləyiblər. Bir dənə rəsmiləşdirməyiblər də, bildin necə qeyri-rəsmi münasibətlərdirlər, bildin mi? Kəbin yoxsa nətər olur? Kəbinin yoxdursa, dövlət kəbini var. İndi İslam qaydasına görə tam evli sayılmır, amma belə baxırsan ki, yəni bunlar dövlət qaydasına evlənir. Onu demirəm, heç bir şəkildə evlənməyiblər. Görüşürlər, yatırlar bir-birləri ilə. Bu zinadır. Zinadır. Bəs getdi biri təcavüz elədi, bu da zinadır. O da zinadır, bəli. Biri prosta zinanın lap pisidir. Biri də ki, belə normalıdır da, bildin necə. İkisi də zinadır. Anladım. Zinanın cəzası şallaqdır axı. Yəni evlikən zina eləyənin cəzası, yəni elə bir cəzadır ki, 100 dənə şallaq, onu da hər adam tab yatırmır da ölür. Bildim də, təcavüz eləyən cəzası nədir? Neçə şallaqdır? Bir də saniyə bir də ona baxım bir dənə görüm nə deyirlər. Onlar özümdən deməyim. Özümdən desəm, yəni günah qazanacam da, bildin nətər. Əgər təcavüz edən şəxs evlidirsə, cəzası rəcm, daşqalaq edilərək edam, subaydırsa qamçı və sürgündür. Lakin əksər alimlər subay olsa belə zorakılıq faktına görə aşağıda qeyd olunan əlavə cəzaları və birbaşa edamı şərt qoyurlar. Ayət. Rəcm ayəti. Ayəti deyirəm sənə. Edamı deyirəm, edamı. Alimini oynayam sən. Alimin lazım değil mi?
Sən ömründə zina eləmisən Mücahid? Deməli, Vaqid ibn Əmir İbn Səd ibn Muazın rəvayət etdiyi Mən hədis. ayət deyirəm, isə rəvayətini neynə? Qardaş, Kimə bax, hə Mücahid? bildim də, biz hədis- Səndən bir şey bizim- soruşacağım, kişi kimi dürüst ol da. Sən ömründə zina eləmisən, yəni cahil vaxtında və ya... Axıdan bir dənə icazə versən bu dediyin təcavüzün bir dənə şeyini gətirim, dəlilini gətirim, sonra keçim o birisini. Əzim ayət deyirəm, isə ayət, əbil qübil demirəm. Həqiqə. Qardaşım hədis Ayət gətirəm, deyirəm, səhih isə. hədis gətirəm. Mənə nə Vallahi sən bax, hədislə? Sən hədis gətirib sünnəni qoyacam, Səhih film- Buxar, qulaq as da, Səhih Buxarda hədis gətirib qoyacam ki, Peyğəmbər oruclu vaxtı Ayşəni dinləmirdi. Qəbul eləyəsən. Yo, o səhih hədis deyil. O mən öz video hazırlamışam, sənə rəhbərliyə vermişəm. Gir bax video görərsən. Bu da səhih, bu da Vallahi səhih hədis deyil. deyil. Bu da səhih, bu da Birliğini səhih. sovurmaq istəsə zəifdir. Bu da səhih deyil. Qoy qıra. Keçən dəfə Mücahid Qafqaza gətirmişdi onu. Orada Şeyx Alban yazıb ki, zəifdir. Şeyxinə ilə mən gör nə deyirəm, qulaq as. Bu zəif deyil, axı bu səhih hədis. Qulaq as da. Sən ömründə zina eləmisən Mücahid. Sən neysən görə mən zina eləyib eləməməyim? Kişi kimi dürüst ol, dürüst cavab ver. Də müsəlman dürüstlüyünə. Yo, eləməmişəm, Allah həmd olsun. Heç vaxt subay vaxtı eləməmsən. Xeyr, əlhəmdülillah ki, eləməmişəm də. Yəni Allah Subhanahu taala qoruyub məni. Yalan deyirsən axı. Yalan. O görürsən, deyirəm eləməmişəm, deyirsən yalan deyirsən. Eləməmişəm. Xəbəri var temadan qorxdu. Yaxşı Mücahid, təşəkkürlər. Təşəkkürlər. Bir dənə icazə versən bu hədisi təqdim edeyim sonra çıxım. Yox, hədisi qoy, vur qoltuğa. Yox, sənin qoymursan. Heç. Birazdan gələrsən, problem yox. Təşəkkür. Alt bildi o, Nisa 3-ü bildi ona görə. Nisa 3-ü bildi ona görə, qorxdu. Qorxması üçün gərəkli səbəb var axı ondan. PK-ya gedəcəyik inşallah, PK-ya.